Salam əlimlər, hər vaxtınız xeyir olsun. Biz keçən dərsimizdə iş hovuz məsələlərinin 100-ə qədər testlərinin izahlarına baxmışdıq. Gəlin bu günləri 101-dən başlayaraq test izahlarına baxaq. 101-də nə deyir? Boş hovuzun yarısını birinci boru 3 saat ərzində doldurarkən, ikinci boru hovuzu 8 saata boşaldır. İkisi birlikdə açılsa hovuz neçə saata dolar? Bax, buraya yazıram birinci boru. Burada yazıram ikinci boru. Birinci boru 3 saat ərzində doldurur. Amma nəyi? Yarısını. Yarısını 3 saata doldurursa bütövünü nə vaxta dolduracaq? 6 saata dolduracaq. Yəni bir yarısını 3-ə, digər yarısını da 3-ə dolduracaq, bütövünü 6-ya. İkinci boru isə hovuzun bütövünü 8 saata boşaldır. Buraya yazacağım 8. Bütövünü 8-ə boşaldır. İndi 6 ilə 8-ə ortaq bir ədəd təyin edəcəm. Bu 24-dür. Bax, 24-ü nə edir birinci boru? 6 saata doldurur. 1 saata nə qədər hovuza su vurur? 24-ü 6-ya böləcəm, 4 eləmiş olacaq. İkinci boru isə bu 24-ü 8 saata boşaldır. 1 saata nə qədər su boşaltmış olacaq? 24-ü 8-ə böləcəm, 3 eləmiş olacaq. Bax, bu doldurur deyə toplama yazıram, bu boşaldır deyə çıxma yazacaq. Yəni 1 saatın ərzində hovuza 4 litr su gedir, məsələn deyirəm. Bunun 3-ü isə istifadə olunur. 4-dən 3-ü çıxacaq, 1 saata hovuzda 1 litr su qalacaq. Yəni 4-dən 3-ü çıxacaq, yerdə qalacaq 1. Yəni 1 litr su qalır. Bəs 24-ü nə vaxta doldurar? Onda 24-ü gətirib böləcəm bu 1-ə. Cavabımız olacaq 24 saata doldurmuş olarlar. Cavabımız olacaq A variantı. Bu oldu 101 nömrəli. Baxaq indi növbəti 102 nömrəli məsələmizə. 102 nömrəlidə deyir ki, Günel bir işin 1/3 hissəsini 4 günə, Təranə isə bu işin yarısını 1 günə yerinə yetirir. İkisi bir işdə işləyəndə işi neçə günə qutarar? Bax, burada yazıram Günel. Burada yazıram Təranə. Günel nə edir? 1/3 hissəsini 4 günə görür. 1/3 hissəsini 4 günə görürsə, bəs tamamını nə vaxta görəcək? Hissəsinə görə ədəd tapacam. 4-ü kəsirin sürətinə bölüb məxrəcinə vuracam. 4-ü 1-ə böləndə 4, 3-ə böləndə vuranda 12 eləmiş olacaq. Deməli, Günel bütöv işi 12 günə görmüş olur. Təranə bəs nə edir? Təranə isə yarısını 1 günə görür. Yarısını 1 günə görürsə, o birisi yarısını da 1 günə görəcək. Bütövünü nə vaxta görəcək? 2 günə görmüş olacaq burada. İndi nə iş görəcəyik? 12 ilə 2-yə ortaq bir ədəd müəyyən edərəm. Burada olacaq 12. 12-ni gətirib 12-yə böləcəm. Eləyəcək 1. 12-ni də 2-yə böləcəm. Eləyəcək 6. Deməli, biri Günel 1 günə 1 hissə iş görə bilir. Təranə isə 6 hissə iş görmüş olacaq burada. Bunların gördükləri işləri toplayaram. 1 ilə 6-nı 7 eləyəcək. 12-ni də gətirib böləcəm. Bu 7-yə. Cavabımız olacaq 7-də 12. Bu da düzgün cavab olaraq D variantında verilmişdir. Bu haqda danışdıq. Baxaq növbəti məsələmizə görə növbəti məsələmizdə bizə nə deyir burada? 103 nömrəli məsələdə deyir ki, Şənay bir işin yarısını 5 günə, Əskinaz isə 1/6-ni 3 günə görür. İkisi birlikdə işin yarısını neçə günə görərlər? Bax, yenə burada yazıram Şənay. Nə edir? İşin yarısını 5 günə görür. Yarısını 5 günə görürsə, bütövünü 10 günə görəcək. Əskinaz bəs nə edir? Əskinaz isə 1/6-ni 3 günə görür. Bax, yazıram bura. 1/6 hissəsini nə edir? 3 günə görür. Hissəsinə görə ədədi tapacam. Ədədi, yəni 3-ü kəsirin sürətinə bölüb məxrəcinə vuracam. Bu deyiləcək 18. Deməli, 18 günə görür. Şənay bir işi 10 günə görür. Əskinaz isə 18 günə görür. Biz də bunların hər ikisinə ortaq bir ədəd müəyyən edərik. Yəni 10-la bu 18-in hər ikisinə bölünən bir ədəd təyin edərik. Bu da 90-dır. 90-ı gətirib böləcəm 10-a. Nə qədər düşəcək? Düşəcək 9. Digəri isə, Əskinaz isə bu 90-ı 18 günə görmüş olur. Bəs bir günə nə qədər görəcək? 90-ı 18-ə böləcəm. Bu da eləyəcək 5. Və bunların gördüklərini bir günə gördüklərini toplayaram. Yəni Şənay bir günə 9 hissə iş görə bilir. Əskinaz isə 5 hissə iş görmüş olur burada. Toplayarım bunları 14 eləmiş olacaq. Və biz də işi 90 təyin etmişdik. 90-ı deyir görməsinlər, yarısını görsünlər. İşin yarısını. Biz də işi 90 təyin etmişik. Amma işin yarısını istəyir. 90-ın yarısını neçə eləyir? 45 eləmiş olacaq. Gətirəcəm, bax bu 45-i böləcəm 14-də. Bax bu şəkildə cavabımızı almış olacaq. Cavabımız olacaq 14-də 45. Bu da düzgün cavab olaraq D variantında verilmişdir. Baxırıq indi növbət. İndi baxırıq 104 nömrəli məsələmizə. Tural bir işin 14-də 3-ünü yerinə yetirdikdən sonra daha 12 gün işlədikdə işin yarısı qalır. Bütün işi Tural neçə gündə yerinə yetirər? Baxın, biz işi 14-də 3-ün məxrəci kimi 14
kimi təyin edəcəm. İşi götürəcəm 14. 14 hardan gəldi? 14-də 3-ünü görüb, deməli iş 14 yerə bölünüb 3 hissəsini görüb. Mən də bütöv işi 14 götürürəm. 14x deyək buna. 14x təyin edirəm. 14x-i nə edib? 14-də 3-ünü görüb. 14 yerə bölüb 3 hissəsini götürüb. Yəni 3x eləyir də 14-də 14-də bölüb 3-ə vurarsın. Elə də 3x-in. 3x-in görüb. Və bundan sonra 12 gün daha işləsə, yəni bunun üzərinə 12 gün gördüyü işi də gəlsəm, nə olur? İşin yarısı qalır. Deməli, yarısını görmüş olur. 14 təyin etməmişəm. 14-ün yarısı nə qədər eləyir? 7 eləyir də. Yəni, bax, buradakı gördüyü iş işin yarısıdır. Deməli, işin yarısı neçə olacaq? 14x bütövdürsə, yarısı olacaq 7x. Bax, buraya yazacağım 7x. 3x-i sağ tərəfə gətsəm, olacaq 4x bərabərdir 12-yə. X də bərabər olacaq 3-ə. Tural neçə gündə yerinə yetirər bütöv işi? Mən də bütöv işi necə işarə eləmişdim? 14x ilə işarə eləmişdim. X-də 3 almışam, 14-ü də vuraram 3-ə. Bu da eləyər 42. Cavabımız olacaq hansı? B variantı düzgün cavabımızdır. Bu şəkildə həll eləmiş olduq bu məsələmizi. Baxaq növbəti məsələmizə. 105-də deyir ki, birinci fəhlə bir işi 6 günə, ikinci fəhlə eyni işi 12 günə görür. Onlar bir işdə işləsələr, bu işin 4-də 3-ünü neçə gün ərzində görərlər? Bax, yenə yazıram bura birinci fəhlə, burada yazıram ikinci fəhlə. Birinci fəhlə bir işi 6 günə görür, yazıram 6. İkinci fəhlə eyni işi 12 günə görür, 12-ni də yazdım bura. 6 ilə 12 ortaq bir ədəd müəyyən edirəm, B ilə 12-nin özüdür. 12-ni böləcəm 6-ya 2, 12-ni 12-yə böləcəm 1 eləyəcək. Bunlar bir günə. Biri 2 qazanır, biri isə 1 qazanır. Gördüklərini toplayaram. İkisi bir yerdə 3 hissə iş görürlər. İşimiz də 12 idi. Deyir 12-nin hamısını qazanmasınlar. 12-nin nəyin qazansınlar? 12-nin 4-də 3-ünü qazansınlar bizə deyir. Mən də gətirərəm 12-nin. Nə edərəm? 4-də 3-ünü tapmış olaram. 12-ni böləcəm 4-ə, vuracam 3-ə. 12-ni 4-ə böləndə eləcək 3, 3-ə vuranda 9 eləyəcək. Deməli, işimizin 4-də 3-ünü görmək istəyir, bu da 9-dur. Bunlar bir günə 3 hissə iş görürlərsə, bəs 9-u nə vaxtda görəcəklər? Onda 9-u gətirib böləcəm 3-ə. Bu da eləyəcək 3 günə görmüş olarlar. 9 hardan gəldi? Bax, biz işi 12 təyin etmişdik. Deyir, 12-ni görməsinlər. İşin 4-də 3-ünü görsünlər. İşi də 12 təyin etmişəm. 12-nin 4-də 3-ünü tapıram. 12-ni 4-ə bölüb 3-ə vururam. Bu da eləyir 9. Yəni, bunlar günə 3 manat tutaq ki, pul qazanırlarsa, 9 manatı nə vaxtda qazanacaqlar? Məsələn, deyirəm. 9-u bölməliyimsə, cavabımız olacaq 3 günə, bax, bu işi görmüş olacaqlar. Bu da oldu 105 nömrəli məsələmiz. İndi baxaq 106 nömrəli məsələmizə görə 106 nömrəli məsələdə nə deyir bizə? Deyir ki, bir usta işi 16 saata, digər isə 12 saata yerinə yetirir. Onlar bir işdə 2 saat işin hansısı yerinə yetirərlər? Bax, buraya yazıram birinci usta. Burada yazıram ikinci usta. Birinci usta işi 16 saata görür. Yazıram 16. Digər isə 12 saata yerinə yetirir. Burada yazdıq 12. 16 ilə 12 ortaq bir ədəd müəyyən edirəm. Bu da eləyəcək 48. 48-i gətirib böləcəm 16-ya 3 eləyəcək. 48-i gətirib böləcəm 12-ya, bu da eləyəcək 4. Deyib, onlar bir işdə 2 saat işləsələr. Bax, bir yerdə işlədiklərini toplayayım. Biri 3 qazanır, biri 4. Nə qədər iş görürlər bir yerdə? 1 saata 7 isə iş görürlər. Bəs 2 saat işləsələr nə olacaqlar? 1 saata 7 qazanırlarsa, 2 saata nə qədər qazanacaqlar? 7-ni vuracam 2-yə, eləcək 14. Deyir ki, 14-ün qazanacaqlar. Bizdə nə soruşur? İşin hansı hissəsi yerinə yetirirlər deyir. Mən də baxıram ki, işin 14-ün görüblər, amma bütöv iş 48-dir. Mən də gətirəcəm 14-ü, böləcəm bütöv işə. 48-ə bölmüş olacam. Bütün hansı hissəsi görülür deyə soruşur da bizdən. Bunlar da 2-yə ixtisara geçsələr, burada qalacaq 24, burada da qalacaq 7. Cavabımız olacaq 24-də 7-sini görərlər. Bu da düzgün cavab şəklində D variantında verilmişdir. Baxaq indi 107 nömrəli məsələmiz. 107-də nə deyir? Bir fəhlə işi 8 saata, digər isə 10 saata yerinə yetirir. Onlar bir işdə 4 saat işləsələr, işin hansısı görülmüş qalar? Yenə yazıram, bax, bura birinci fəhlə, burada yazıram ikinci fəhlə. Birinci fəhlə işi 8 saata görür, digər isə 10 saata görür. Burada yazıram 10 saat. Yenə 8 ilə 10-a ortaq bir ədəd müəyyən edirəm, bu 40-dır. 40-ı bölürəm 8-ə, eləyəcək 5. 40-ı bölürəm 10-a, eləyəcək 4. Deməli, birinci fəhlə 1 saata işin 5 hissəsini görmüş olur, digər isə 4 hissəsini görmüş olur. Bunlar ikisi bir yerdə 1 saata işin hansı hissəsini görəcəklər? 9 hissəsini görmüş olacaqlar. Bunlar 1 saata gördüyüdür. 4 saat işləsələr bəs
1 saata 9 isə iş görürlərsə 4 saata nə qədər iş görəcəklər? Onda 4-ü vuracam 9-a. Bu da eləcək 36. İşin 36'sını görəcəklər. Amma iş 40 idi axı. Gəlin görək 36 bəs 40-ın hansı hissəsini təşkil edir? Onda 36-nı böləcəyik bütöv işə. 40-a bölmüş olacaq. Bunlar da İxtisara getmiş olacaqlar 4-ə. Bax 4-ə ixtisara gedərlər. Burada qalacaq 9, burada da qalacaq 10. Deməli, onda 9-un görəcəklər. Düzgün cavabımız olacaq 107-də B variantı. Bu haqda danışdıq. Baxaq indi növbəti məsələmizə. Görək növbəti məsələmizdə bizə nə deyir? 108 nömrəli məsələdə. Deyir ki, Rəhim bütün işi 25 günə qutarır. Bu işdə Rəhim 5 gün işləsə, işin hansısı görülməmiş qalar. Bax, görülməmişini soruşur bizdən. 25 günə görürsə, bitirirsə, 5 gün işlədirsə, gün olaraq nə qədəsi qalmış olur? 20'si qalmış olur da. 20 gün qalmış olur burada. Onda mən də nə edəcəm burada? 20 günü gördüklərini. Bax, qalan nə qədədir? Qalan 20'dir. Mən də 20'ni gətirib bölərəm bütöv işə, 25'e. Bunlar da 5'e ixtisara getmiş olacaqlar. 5 burada qalacaq, 4 burada qalacaq. Görülməmiş qalar, cavabımız olacaq 5'də 4'ü. Bu da harda verilib? 5'də 4 E variantı verilmişdir. Yəni bax 25 günə görür. Bütövünü 25 günə görür. 5 gün işlədisə, gün olaraq nə qədəsi qaldı? Bizə qalmanı soruşur. Görülməmişi soruşur. 25 günün 20 günü qaldı. 20 də gətirib bölürəm bütöv işə. Bütöv işdə 25'dir də. Böləndə bunlar da 5'e ixtisara gedəcəklər. Cavabımız qalacaq 5'də 4. Bu da 108 nömrəli məsələmiz. Bunlar haqqında danışdıq. Baxaq 109 nömrəli məsələmizə. 109'da da deyir ki, birinci nasos boş hovuzu 2 saata, ikinci nasos isə 8 saata doldurur. Üçüncü nasos isə dolu hovuzu 5 saata boşaldır. Hər 3 nasos bir işlə işləsə, hovuzun isə saata dolar. Bax, yenə yazıram bura birinci nasos, bura yazıram ikinci nasos, burada yazıram üçüncü nasos. Birinci nasos hovuzu 2 saata doldurur. İkinci nasos isə 8 saata doldurur. Üçüncüsü isə 5 saata boşaldır. Yenə bax, bunların hər birisinə ortaq bir ədəd müəyyən edirəm. Bunların hər birisinə bölən ədəd 40'dır. 40'ı böləm 2'yə, eləcək 20. 40'ı böləm 8'ə, 5 eləmiş olacaq. 40'ı böləm 5'ə, bu da eləcək 8. Bax, bunlar doldurur deyə toplayacağım. Bu isə boşaldır deyə çıxma yazmış olacağım. Bura çıxma yazmış olacağım. 20 ilə 5'i toplayacağım. 25 eləmiş olacaq. Amma 8'in çıxacağım buradan. 8'in də çıxanda burada yerdə neçəsi qalmış olacaq? 17'si qalmış olacaq. Bax, 20 ilə 5'i topladım. 25 elədi. İşi hovuzu doldururdular. Amma 8'i isə gedirdi. Ona görə 25'dən 8'in çıxdım. 17'si qalmış oldu. Bəs bizdən nə soruşur? İşləsə, hovuz neçə saata dolar bizdən soruşur. Bütöv işimiz hansı idi? 40 idi. Yəni bunlar hovuzda 1 saat 17 qalırsa. Bəs 40'ı nə vaxtda doldurarlar? Onda 40'ı da gətirib böləcəm 17'yə. 109'da düzgün cavabımız olacaq. 17'də 40. Bu da B variantında verilmişdir. 17'də 40 düzgün cavabımızdır. Bu haqda danışdıq. Baxaq növbəti məsələmiz. İndi baxırıq 110 nömrəliyə. Nicat bütün işi 10 günə qutarır. Bu işdə Nicat 4 gün işləsə, işin hansısı görülmüş olar? Bu qaydada necə demişdim? Bütöv iş məxrəcə soruşulan sürətə yazılmalıdır. Daha rahat şəkildə bu şəkildə yaza bilərim. İş bitmirsə, bütöv iş məxrəcə soruşulan sürətə yazılır. Bunlar da 2'yə ixtisara geçsələr, yerdə qalacaq 5'də 2'si. Nə qədəsini görmüş olacaq? 5'də 2'sini görmüş olacaq. Düzgün cavabımız olacaq E variantı. Bax, bu şəkildə məsələmizi həll eləmiş olduq. Baxırıq indi növbəti 111 nömrəli məsələmizi. Burada da deyir ki, 2 işçi işi birlikdə 6 saat 40 dəqiqədə qutarır. Birinci işçi tək başına işləsə, işi 15 saata bitirir. İkinci işçi eyni işi tək başına neçə saata bitirir. Bu məsələnin bir neçə həlli qaydası var. Mən 40 dəqiqəni çevirərəm saata, sonrasına ikisini bərabərləşdirərəm, sonrasını kəsirlə də yaza bilərəm. Amma gəlin biz bunu daha sadə şəkildə həll eləyək. Gəlin elə saatları dəqiqəyə çevirək. Bax, bayaqdan tam ədəd olaraq verirdilər. 6 saata görürdülər, 8 saata görürdülər, 9 saata görürdülər. Amma bu məsələdə həm saat, həm də dəqiqə var. Gəlin elə qısaca 6 saat 40 dəqiqəni çevirək dəqiqəyə. Dəqiqə şəklində də çevirək buna. Eləcə nə qədər? 400 dəqiqə eləmiş olacaq. Sonra bunlar ikisini bir yerdə gördüydü. Yəni bax, yazıram, birinci ilə ikincinin cəmidir bu. Birinci işçi ilə ikinci işçinin cəmi gördülər. Nə qədərdir? 400 dəqiqədir. Birinci işçi, bax buraya yazıram, birinci işçi isə tək başına nə iş görür?
Birinci isə işçi isə tək başına işləsə bu işi 15 saata görər. Mən də hamısını dəqiqə çevirdiyimə görə 15 saatı da dəqiqə çevirəcəm. Saatdan dəqiqə çevirəndə 60-a vurmaq lazımdır. 15-də 60-a vuracam, 900 dəqiqə eləmiş olacaq. Bax, indi 400 bir yerdə görürlər, 900-də tək görür. Bunlara yenə ortaq bir ədəd müəyyən edərəm. 400-dən 900-də bölünən ədəd neçədir? 3600-dür. Bax, 3600-ü gətirib böləcəm. 3600 aradan gəldi? 400-dən 900-ə bölünən bir ədəd təyin edirəm. İstəsəz 400-dən 900-ün sıfırlarını da ixtisara apararaq 36-nı götürə bilərsiniz. Və ya ki 360-da olduğu kimi saxlayarsınız. Ortaq bir bölünən müəyyən etmişik. 3600-ü 400-ə böləcəksiniz burada. Deməli, burada böləndə 4 eləmiş olacaq. 3600-ü də, daha doğrusu burada 9 almış olacaq. Üzülü sayın. Burada 9 almış olacaq. 3600-ü 4-ə bölüb 9 alacaq. 3600-ü də gətirib böləcəyik. Deməli, 9-ə. Burada neçə alacaq? Burada da 4 almış olacaq. Bax, bu 9 aldığımız nədir? Bax, 400-ü kim görürdü? İkisi bir yerdə görürdülər. Bax, ikisi bir yerdə 6 saat 40 dəqiqə görürdülər. Yəni 400 dəqiqə görürdülər. Yəni aldığımız 900, burada aldığımız 9 da bunların ikisinin 1 saata gördükləridir. Elə bil ki, ikisi bir yerdə 9 manat pul qazanırlar. Bunun 4 manatı kimə məxsusdur? Birinci işçiyə məxsusdur. Çünki birinci işçi tək başına 15 saata görürdü. Yəni 900 dəqiqə görürdü. Bu 9 manatın 4 manatı birinci işçiyə məxsusdur. Bəs ikinci işçinin payına nə qədər düşür? 9-dan da 4 çıxsan 5 qalacaq. Bəs deyir ki, bütöv işi ikinci işçi tək başına nə vaxta görər? Mən də tapdım ki, ikinci işçi 1 saata 5 hissə iş görür. Bəs işi də 3600 təyin etmişdim axı. Bəs 3600-ü nə vaxta görər? 3600-ü də gətirib böləcəksiniz 5-ə. 3600-ü gətirib böləndə 5. Cavabda alacağıq 720 dəqiqə. Biz dəqiqə aldıq. Amma bizdən deyir ki, neçə saata bitirər? Biz də dəqiqədən saata çevirməliyik. Bayaqlar hamısını dəqiqə çevirmişdim. 720 dəqiqəni də çevirəcəm saata. Dəqiqədən də saata çevirəndə 60-a bölmək lazımdır. 720-də gətirib böləndə 60-a alacaqsınız 12. Deməli, 111-də düzgün cavabımız olacaq. C variantı 12 düzgün cavabımızdır. Bunu dediyim kimi, digər qaydada da yaza bilərsiniz. 40 dəqiqəni çevirərsiniz saata, sonrasını bu şəkildə də yaza bilərsiniz. Amma bu şəkildə də ortaq bölünən müəyyən edərək də həll eləyə bilərsiniz. Bu haqda danışdıq. Baxaq növbəti məsələmizə görə növbəti məsələmizdə bizə nə deyir burada? 112-də deyir ki, Ramin ilə Amin işi birlikdə 4 saata yerinə yetirirlər. Ramin eyni işi tək işləsə 6 saata yerinə yetirir. Amin bu işi tək işləsə neçə saata qutarar? Bax, Ramin ilə Amin ikisi bir yerdə işləsə 4 saata bitirirlər. Amma Ramin tək işləsə bu işi 6 saata bitirər. Bəs Amin tək işləsə nə vaxta bitirər? Yenə 4 ilə 6-ya ortaq bir ədəd müəyyən edirəm. Bu 12-dir. 12-ni böləcəm 4, eləyəcək 3. 12-ni böləcəm 6-ya. Bu da eləyəcək 2. Bax, bu 3 nəyi bildirir? 3 onu bildirir ki, yəni bu Ramin ilə Amin ikisi bir yerdə 1 saata 3 hissə iş görürlər. Və biz də bilirik ki, Ramin təkcə 6 saata gördü. 12-ni 6-ya böldüm. Bunun ikisini təkcə Ramin görə bilir. Elə bir ki, ortalığa 3 manat pul gətirib qoyurlar. Bunun ikisi Raminindir. Bəs Aminin payına nə qədərsə qalır? Bax, ikisi bununsa, deməli, biri kimindir? Aminin payına düşür. Amin deməli 1 saata 1 manat pul qazanırsa 12 manat nə vaxtda qazanacaq? Onda 12-ni də gətirib böləcək 1-ə eləyəcək. 12 düzgün cavabımızdır. Bu da var C variantında. Bu da oldu 112 nömrəli məsələmiz. İndi baxaq 113 nömrəli məsələmizə görə 113-də bizə nə deyir burada? 113-də də deyir ki, 2 nasos bir işdə işləsə boş hovuzu 6 saata doldurur. Nasoslardan biri tək işləsə boş hovuzu 10 saata doldurur. Digər nasos tək işləsə hovuzu neçə saata doldurur? 2 nasos bir işdə işləsə hovuzu 6 saata doldururlar. Bax, yazıram birinci nasosla ikinci nasos. İkisi bir yerdə işləsə 6 saata doldurur. Nasoslardan biri tək işləsə bu hovuzu 10 saata doldurur. Yəni tutaq ki, birinci nasos nə vaxta doldurur? 10 saata doldurur. Yenə bax, bu 6 ilə 10-a ortaq bir ədəd müəyyən edirəm. Bu 30-dur. 30-u gətirib bölürəm 6-ya eləyir 5. 30-u bölürəm ona 3 eləmiş oldu. Aldığımız 5 nədir? Göründüyü kimi birinci ilə ikincinin ikisini bir yerdə gördük. Yəni bunlar ikisi bir yerdə hovuza tutaq ki 5 litr su vururlar 1 saata. Və biz də tapdıq ki bu 5 litrin 3 litri kimə məxsusdur? Birinci işçiyə. Yəni birinci nasosa aid.
Bəs ikinciyə nə qədər qalır? 5-dən 3-ü çıxacaqsa yerdə qalacaq 2. Deməli, ikinci boru nə edə bilir? Hovuza saatda 2 hissə su vura bilir. Bəs 30-u nə vaxtda görəcək? Onda 30-u da gətirib böləcəksiniz 2-yə, cavabı tapacaqsınız 15. 113-də düzgün cavabımız olacaq 15. Bu da C variantında verilmişdir. Baxırıq indi növbəti məsələmizə görə. Növbəti məsələmizdə 114-də bizə nə demək istəyir? Bu tipli məsələlərdə 114-də bax deyir ki, Arzu və Nazlı birlikdə xalçanı 9 saata, Arzu və Sevinç birlikdə eyni xalçanı 12 saata, Nazlı və Sevinç isə birlikdə 18 saata toxuyurlar. 3 qızı birlikdə bu xalçanı neçə saata toxuyur? Bax, bunu daha sadə şəkildə deyim, hər dəfə yazmayaq. Bax, yazmalıyam Arzu üstə Nazlı. Bax, bura belə yazaq. Bax, Arzu üstə gələk Nazlı bərabərdir 9-da 1-ə. Sonra, yəni işi 9 saata görəsələr, 1 saata işin 9-da 1-ini görürlər. Arzu və Sevinç nə vaxta görəcəklər? 12-də 1-ə görəcəklər. Bütöv iş 12-yə görürlərsə, 1 saata işin 12-də 1-ini görürlər. Nazlı üstə gələk Sevinç bərabərdir nə vaxta? 18-də 1-ə. Yəni bütövünü 18-də görürlərsə, 1 saata 18-də 1-ini görəcəklər. Və sol tərəfi tərəf-tərəfə toplayanda hər addan 2 dənədir. Bax, A-dan da 2 dəfədir. N-dan da 2 dəfədir. S-dən də 2 dəfədir. Onda mən bax bu məsələləri daha sadə şəkildə necə həll edirik? Bax 2-yə bölməyimiz, sonda bax deyəcəm ha, 2-yə vurmalıyam. Bax o 2-yə vurmağımızın səbəbi odur ki, mən bunları tərəf-tərəfə toplamalıyam. Hər birisini bax 2 dənə yazmalıyam. A üstə gələk 2 dənə S, üstə gələk 2 dənə M bərabərdir hər nəsə ədədə. Sonra hər tərəfini gətirib 2-yə bölməliyəm də. Yaş məsələlərində də bu şəkildə idi. Ata ilə ananın yaşları cəmi, ata ilə oğlun, ana ilə oğlun yaşları cəmi verilirdi. Biz sonda nə edirdik? Hər tərəfi 2-yə bölürdük. Bu tipli məsələnin qaydası budur. Və bu tipli məsələlərdə sonda nə edəcəyik biz bunu? 2-yə vuracağıq. Bax, qısa qaydada deyirəm. Bunları bu şəkildə daha yazmayaq bundan sonra. Bax, bu tipli məsələlərdə birinci ilə ikinci işçi, birinci ilə üçüncü işçi, ikinci ilə üçüncü işçi veriləndə yaş məsələlərindəki fərqli olaraq bu iş hovuz məsələlərində. Bax, sonda bir dənə 2-yə vuracağıq. Bayaqçı qaydada yazacağıq, orta qaydada demək nədir? Sonda 2-yə vuracağıq. Bax, 2-yə vurmamızın səbəbi də dedim ki, bax orada 2-yə hər adamdan 2 dənə olmuş olacaq. 2 dəfə olmuş olacaq. Bax, yazaq bura. Bax, nə edirlər? Bax, birinci qrup, bax yazaq, Arzu ilə Nazlı. Birinci qrup nə vaxta görə bilirlər? 9 saata görə bilirlər. İkinci qrupa deyək. Kimdir bu? Arzu ilə Sevinç 12-yə görə bilirlər. Sonra Nazlı və Sevinç bunlarda 3-cü qrup deyək. Bunlar da nə edə bilirlər? Bunlar da 18 saata görmüş olurlar. Bax, bunların hər birisini ortaq bölünən müəyyən edək. 9-a, 12-ə, 18-ə. Bu eləyir 36. Bax, 36-ını gətirib bölərsən 9-a eləyəcək 4. 12-yə bölərsən 3 eləyəcək. 8-ə bölmüş, 18-ə böləcəksən 2 eləmiş olacaq. Bax, bunların biri də, yəni birinci qrup 1 saata 4 hissə iş görə bilirlər. İkinci qrup 1 saata 3 hissə iş görə bilirlər. Üçüncü qrup isə 1 saata 2 hissə iş görürlər. Bunların hər birisinin gördüyü işləri toplayaram. 4 üstə 3, 7, bu da 2, 9. Bunlar qruplar hamısı bir yerdə. Yəni 3 adam birlikdə nə edə bilirlər? 9 hissə iş görə bilirlər. Bəs 36-ını nə vaxta görərlər? 36-ını gətirib böləcəksən 9-a. Cavabı tapacaqsan 4. Amma sonda 4-ü 2-yə vuracağıq. Niyə? Bax, bayaqlar dediyim kimi. Bax, orada deməli, Arzu üstə gələk Nazlı, Arzu üstə gələk Sevinç, Nazlı üstə gələk Sevinç. Bu şəkildə 2-2 qruplaşdırmışdıq deyə. Qısaca 4-ü vuracaqsan 2-yə cavab olacaq 8. Bu tipli məsələlərin hər birisini bu şəkildə yazaraq daha rahat şəkildə həll edə bilərsiniz. Cavabımız olacaq 8, düzgün cavab olacaq E variantı. Bax, bunu eyni qaydada videonu saxlayaraq 115-ə tətbiq eləyin. Bax, görəcəksiniz ki, necə rahat şəkildə həll edə biləcəksiniz. İndi baxaq 115-in həllinə. Eynən bu qaydada gedəcəyik. Bax, bunları təmizləyim. Baxırıq 115 nömrəli məsələmizə. 115-də də deyir ki, bir işi A və B fəhlələri 10 günə, A və C fəhlələri 12 günə, B və C fəhlələri 20 günə görürlər. 3-ü birlikdə işləsələr bu işi neçə günə görərlər? Bax, qısaca yazıram birinci qrup. Yəni A və B fəhlələri 10 günə. İkinci qrup nə vaxta görür? 12 günə görür. Sonra 3-cü qrup nə vaxta görür? 3-cü qrup isə 20 günə görür. Yenə mən 10-a, 12-yə, 20-yə bölünən, ortaq şəkildə bölünən bir ədəd müəyyən edirəm. Bu da 60-dır. 60-ı gətirib böləcəm ona, eləyəcək 6. 60-ı böləcəm 12-yə, 5 eləyəcək. 60-ı 20-yə böləcəm, 3 eləyəcək. Və bunların gördüklərini toplayacam. Topladıqda bayaqları. Bax, bunların gördüklərini toplayacam. 6 üstə 5, 11, bu da 4, 14. 14 görmüş olurlar. Bəs 60-ı nə vaxta görürlər? Onda 60-ı gətirib böləcəksiniz 14-ə.
Bunlar üçü bir yerdə 14-də 60-a görürlər. Amma sonda nə yaddan çıxdı? 2-yə vurmaq. Bax, bayaqlar demişdim ki, bu tipli məsələlərin cavab alandan sonra 2-yə vurmalıyam. Niyə? Çünki A və B yazmalıyam, A və C yazmalıyam, B və C yazmalıyam. Hər hərfdən 2 dənə alınacaq. Bax, bölməyimizin səbəbi bu şəkildə. Daha doğrusu vurmağımızın səbəbi budur. Vuracam bir dənə 2-yə. 2-yə də vuranda bu 14-dən 2 ixtisara gedəcək, neçə qalacaq? 7-də 60 qalmış olacaq. Düzgün cavabımız olacaq C variantı. Bu qədər sadə. Da buna oturum, kəsrlə yazım, 10-da 1, üstə gəlim 12-də 1, üstə gəlim 20-də 1, ortaq məxrəc müəyyən edeyim, sonra aparım ixtisar edeyim, sonra gətirim 1-i bölüm buna tərsinə çevirim, 60-da 7 alacaqsınız, sonra 1-ə demək gətirib böləcəksiniz və tərsinə çevirmiş olacaqsınız. Bu qədər getməyək. Qısa, konkret, bax bu şəkildə. Elə də yaza bilərsiniz. Amma məncə bu şəkildə yazmağınız daha asan şəkildə həllidir və ən az vaxtınız gedəcək, eləcə də daha rahat şəkildə başa düşmüş olacaqsınız. Baxırıq növbə. Baxırıq 116-ya. Eynən bayaqki qaydada. Əgər yenə də o iki məsələni başa düşmədisə, videonu saxlayırsınız, bu məsələni öz üçün dediyim qaydada tətbiq edib həll edirsiniz və sonrasına izahına davam etmiş olursunuz. Bax, baxırıq 116-ya. Deyir ki, bax, birinci və ikinci nasos hovuz 15 dəqiqəyə, ikinci və üçüncü nasos 12 dəqiqəyə, birinci və üçüncü nasos isə 10 dəqiqəyə doldurur. Üç nasos birlikdə boş hovuza neçə dəqiqəyə doldurar? Bax, qısaca yazıram birinci qrup, yəni birinci ilə ikinci nasos. Nə vaxtda doldurur? 15 dəqiqəyə. İkinci qrup yazıram. İkinci qrup kimlərdir? Hansılardır? İkinci və üçüncü. Bunlar da nə vaxtda doldururlar? 12-yə. Sonra üçüncü qrupa nələr aiddir? Üçüncü qrupa da aiddir burada. Deməli, birinci və üçüncü nasos. Bunlar deyilir 10 dəqiqəyə. Yenə 15-ə, 12-yə, 10-a və yəni buraların hər üçünə bölünən ortaq bir ədəd müəyyən edilir. Bu da 60-dır. Bax, 60-ı gətir böl 15-ə, eləsin 4. 60-ı böl 12-yə, eləsin 5. 60-ı böl 10-a, eləsin 6. Bax, bunların gördükləri işləri toplayacaqsınız. Bu eləcək 15. Üçü bir yerdə 15, yəni 1 saata 15 hissə iş görə bilirlər. Bəs 60-ı nə vaxtda görərlər? 60-ı gətirib bölərsiniz 15-ə eləcək 4. Cavabı tapandan sonra nə edirdim? Bir dənə 2-yə vururdum. 2-yə vurmamızın səbəbi odur ki, yazmalıyam 1 üstə gələ 2, 2 gələ 3, 1 üstə gələ 3. Hər bir rum rəqəmini 2 dəfə yazmış olacaqsınız. Bax, səbəb budur. 4-ü qısaca vur 2-yə, cavabı al 8, burada yaz C variantı. Nə düşünürsən, sən elə miqdə belə sualların qalıb. Bu qədər rahat. Bu şəkildə cavabı yazdın, hazır. Bu belə, baxaq növbəti məsələmizə görə növbəti məsələmizdə nədən danışılır bizə. Lövhəmizi təmizləyək. Baxaq 117 nömrəli məsələmizə. Polad işin 4-də 3 hissəsini 15 günə edə bilir. O, bu işin yarısını neçə günə edə bilər? Bax, yazıram bura. 4-də 3 hissəsini 15 günə görür. Bəs bütövünü nə vaxtda görür? Gəlin bütövünü tapaq. 15 2-sinin sürətinə bölün, məxrəcinə vurmaq lazımdır. 15-i 3-ə böləcəksən 5, 4-ə vuracaqsan 20 eləmiş olacaq. Bütöv işi nə edir? 20 günə görə bilir. Bütöv işi 20 günə görə bilirsə, yarısını nə vaxtda görəcək? 20-ni bölərsən 2-yə, yarısını tapan ədədi 2-yə bölürsən 10-a. Demək, cavab oldu hansı? B variantı. Düşünmə, keçdik o birisi məsələmizə, çünki artıq miqdə vaxtın gedir. Baxaq 118 nömrəli məsələmizə. Baxdıq növbətdə. Nə deyir? Rasim bir otağı tək başına 6 saata rəyləyir. Qardaşı ilə birlikdə 4 saata rəyləyirsə, qardaşı tək başına otağı neçə saata rəyləyə bilər? Çox asan şəkildə, bəlkə dediyim qaydada ortaq ədəd müəyyən edərək daha rahat şəkildə yaza bilərsən. Rasim kişi nə edə bilir? Tək başına otağı 6 saata rəyləyir. Yazdı Rasimə 6. Qardaşı ilə birlikdə, yəni Rasim üstə gələ qardaşı bərabərdir neçəyə? 4 saata. 6 ilə 4-ü ortaq ədəd müəyyən edirsən, bu 12-dir. 12-ni bölərsən 6-ya 2 eləyəcək, 12-ni böləcəksən 4-ə 3 eləmiş olacaq burada. Bax, bu 3 nədir? 3 Rasimlə qardaşının ikisinin bir yerdə qazancıdır. 3-dür. Bu 3-ün ikisi kimə məxsusdur? Tək başına Rasimə məxsusdur. Bəs qardaşına nə qədər qalır? Qardaşına qalır 1 hissə. Qardaşı 1 saata 1 hissə iş görə bilirsə, bəs bütövünü nə vaxtda görər? Bütöv işədə 12 demişəm. 12-ni gətirib böl 1-ə eləsin 12. Cavab oldu C variantı. Bax, bu qədər sadə. Baxaq növbəti məsələmizə görə növbəti məsələmizdə nə deyir burada? 119 nömrəli məsələdə bir nasos boş hovuzu 8 saata, ikinci nasos isə tək başına boş hovuzu 10 saata doldurur, üçüncü nasos isə dolu hovuzu 5 saata boşaldır. Hər üç nasos bir işləsə, hovuz neçə saata dolar? Bax, yenə yazıram. Birinci nasos 8 saata, ikinci nasos nə edə bilir? İkinci nasos isə 10 saata doldura bilir, üçüncü nasos isə nə edə bilir? Deməli, üçüncü nasos isə təklikdə 5 saata boşaldır. Yenə 8-ə 10-a 5-ə bölünə bir ədəd müəyyən edirəm. Bu 40-dır.
40-ı bölərəm 8-ə eləyəcək 5, 40-ı böləcəm ona 4 eləyəcək, 40-ı 5-ə böləcəm 8 eləyəcək. Bunlar doldurur deyə toplayacağım, bu boşaldır deyə çıxmış olacaq. 5 ilə 4-ü toplayacağım 9, 9 hissə su gedir bu hovuza. Amma bunun 8-ini nə edir? 3-cü boru hovuzdan daşıyır. Hovuzda nə qədər su qaldı 1 saata? 9-dan 8 çıxacaqsınız, 1 hissə su qalmış olacaq. Bəs bütövünü nə vaxtda doldurar? 40-ı nə vaxtda doldurar? 40-ı da gətirib bölərsiniz. 1-ə cavab oldu 40. Bu da harda var? C variantda verilmişdir. Bu qədər sadə. Baxdıq 120 nömrəli məsələmizə. Görək 120 nömrəli məsələmizdə nə deyir? Görək, baxaq 120 nömrəlidə. Baxırıq, deyir ki, bir nasos hovuzu 6 saata doldurur, digər isə dolu hovuzu 8 saata boşaldır. Hər iki nasos 12 saat işləsələr, hovuzun hansısı dolmuş olar? Bax, yenə yazıram. Birinci nasos hovuzu 6 saata doldurur, yazdıq bura. İkinci nasos isə nə edə bilir? 8 saata boşaldır. Biri 6 saata doldurur, digər isə 8 saata boşaldır. Yenə bunlara ortaq bir ədəd müəyyən edəcəm. Bu 24-dür. 24-ü gətirib böləcəm 6-ya. Bu eləyəcək 4. 24-ü 8-ə böləcəm 3 eləmiş olacaq. Bu doldurur, bu boşaldır. Birinə toplama yazmalıyım, birinə isə çıxma yazmalıyım. Yəni 1 saatın tamamında hovuza 4 hissə su gedir, amma bunun 3 hissəsini ikinci boru hovuzdan daşıyır. Hovuzda 1 saatın tamamında 1 hissə su qalmış olacaq. Hər iki nasos 12 saat işləsələr, 1 saata hovuzda 1 hissə su qalır. Bəs 12 saata nə qədər qalacaq? 12-ni vurarsınız 1-ə, 12 hissə su qalmış oldu. Bax, 24 tutan hovuzun 12 litri artıq dolub. Məsələn deyirəm litrləndə. Yəni, hər hansısa bir 12-yə bərabər olan bir vahid deyə bilərsiniz. 12-si doldu. Bəs hansısı dolmuşdur? Onda 12-ni gətirib bölərsiniz bütövünə. Nə soruşursa onu. Bir də nə qədər olacaq? Bunlar da 12 xısara gedəcək. 2-də 1-i qalmış olacaq. Cavabımız olacaq. B variantı bu qədər saat. Bu haqda danışdıq. Baxaq 121 nömrəli məsələmizə görə 121 nömrəli məsələmizdə bizə nə deyir burada? 121-də də deyir ki, bir işarə tək işləsə 15 günə bitirir. Əli ilə Əhməd bir işdə işləsə 6 günə bitirərsə, Əhməd bu işi tək işləsə neçə günə bitirmiş olacaq? Əli tək başına işləyir və 15 günə bitirir. Əli ilə Əhməd nə edə bilirlər? İkisinə bir yerdə işləsələr 6 günə bitirmiş olurlar. Mən indi bunların hər ikisinə ortaq bir ədəd müəyyən edirəm. Bu neçədir? 30-dur. 30-u bölürəm 15-ə. 2 eləyəcək, 36-yı böləcəm, 5 eləmiş olacaq. Bax, 5 nədir? 5 ikisinin bir yerdə qazancıdır. Bu 5-in ikisi təklikdə kimə məxsusdur? Əhmədə, daha doğrusu Əliyə məxsusdur. Əli tək işləyirdi axı. Bəs Əhmədin payına nə qədərsə düşdü? 5-dən 2 çıxacam, 3 qalmış olacaq. 3-ü qaldı kimin payına? Əhmədin payına. Deməli, Əhməd 1 saata, daha doğrusu bu da vahid olaraq gün veriblər. Bir günə 3 manat pul qazanırsa, 30-u nə vaxtda qazanacaq? 30-u böləcəm 3-ə, bu da eləyəcək 10. Cavabımız olacaq hansı? B variantı. Bu da oldu 121 nömrəli məsələmiz. Bu haqda danışdıq. Baxaq növbəti məsələmizə görə növbəti məsələdə 122-də bizə nə deyir? Boş hovuz 2 kratdan biri tək asılsa 4 saata, ikincisi tək asılsa 12 saata doldurur. Bu hovuzun ikisi birlikdə neçə saata doldurar? Bax, boş hovuzu 2 kratdan birincisi, məsələn, biri deyirəm, nə edə bilir? 4 saata. İkincisi tək açılsa, nə edə bilir? Hovuzu 2 kratdan biri tək açılsa, hər birisi tək açılır. Bu da eləyir 12. Biri 12 görür, biri isə 4-ə görmüş olacaq. Yenə bunları ortaq bir ədəd müəyyən edirəm. Bu 12-nin özüdür. 12-ni 4-ə böləcəm. 3 eləmiş olacaq. 12-ni 12-ə böləcəm, 1 eləyəcək. Hər ikisi nə edir? Hər ikisi doldururlar da. Hər ikisi doldurursa nə edəcəm? Bunlar toplamış olacam. 4 eləmiş olacaqlar. Bəs 12-ni nə vaxtda görərlər? Bütöv işi soruşur da 12-ni. 12-ni də böləcəm. 4-ə cavab olacaq 3. 122-də düzgün cavabımız olacaq. B variantı bu qədər sadə. Bu haqda danışdıq. Baxaq növbəti məsələmizə. Baxırıq 123 nömrəli məsələmizə. 3 qrantın hovuzu doldurma müddətləri 2 bölünsün 5 bölünsün 8 nisbətindədir. Onlardan 3-ü 5-də hovuza 40 saata doldurarsa, ən sürətli axan krant hovuzu neçə saata doldurar? Məsələn, oxuyanda çox çətin gəlir, amma heç bir çətinlik yoxdur. Bax, birincisi nə edir? 2-yə görür, yəni nisbətlərdən anlama bu ədədi. İkincisi nə edir? 5-ə görə bilir. Üçüncüsü isə nə vaxtda görə bilir? 8-ə görmüş olacaq. Neçə saat işləyiblər? 40 saat işləyiblər. Düzdür? 40-ı gətirin bölərəm 2-yə. Nə qədər düşəcək? 20 düşəcək. 40-ı gətirib böləcəm 5-ə. Nə qədər düşəcək? 8 düşəcək. 40-ı böləcəm 8-ə. 5 düşmüş olacaq burada. Bu şəkildə yazmış oluram. Bəs bunlar
bir yerdə nə qədər iş gördülər? Bax, birincisi 20 hissə iş gördü, ikincisi 8 hissə iş gördü, üçüncüsü 5 hissə iş gördü. Bəs bunlar cəmi bir yerdə nə qədər iş gördülər? Eləcəm bax, bunları toplayaram hər üçünü, eləcə necə 33. Bəs bu 33-ü ən sürətli axan deyinə vaxtda dolduracaq. Ən sürətli axan 2-dir də. 2 saata görür. Biri 5 saata görür, biri 8 saata görür. Belə düşünək. Hansı daha tez görəcək? Ən tez görən 2-yə görəndir də. Heç nə 33-ü də vur 2-yə eləsin 66. Bu qədər sadə. Bu şəkildə də yaza bilərsən. Digər qaydada necə yazarsan? Bax, bunu silərəm. Digər qaydada necə yazarsan? Toplasan neçə eləyəcək? 33. Bunlar üçü bir yerdə 1 saata 33 hissə iş görürlər. Bəs 1 saata görürlər ha bunu. Bəs bunlar da 40 saat işləyiblər axı. 40 saata nə qədər iş görürlər? 40-ı vurarsınız 33-ə. Demək 40-ı 33-ə vuranda alacaqsınız 1320. İş 1320 imiş. Deyir bəs bu 1320-ni bu ən sürətli axan 2 ilə axan demək istəyir də. Yəni nə vaxtda görmüş olacaqlar? Bunu soruşur. Ən sürətli axan birincisi 1 saata nə qədər iş görə bilirdi? 20 hissə iş görə bilirdi də. Ondan 1320-ni də gətirib böləcəksiniz 20-yə burada. 1320-də 20 böləndə 66 almış olacaqsınız. Cavab olacaq yenə də B variantı. Yəni bax, birincisi 1 saata 20 hissə iş görə bilirdi. Bəs 1320-ni nə vaxtda görər? 1320-ni 20-yə bölərsiniz, yenə də 66-ını tapmış olacaqsınız. Ya bayaqçı qaydada yazarsınız, ya da bu şəkildə yazarsınız. Bu qədər sadə düşünməyə ehtiyac yoxdur. Baxdıq növbəti məsələmizə. Baxırıq 124 nömrəli məsələmizə. Nə deyir bizə? Birinci nasos hovuzu 20 dəqiqə, ikinci nasos 30 dəqiqə, üçüncü nasos isə 1 saata doldurur. 3 nasos bir işdə qoşulsa, hovuz neçə dəqiqəyə dolar? Çox asan məsələdir. Birincisi nə vaxtda görür? 20-yə görür. İkincisi nə vaxtda görür? İkincisi isə 30 dəqiqəyə görə bilir. Üçüncüsü isə 1 saata görür. Tez dəqiqəyə çevirərəm. 60 dəqiqə eləyəcək. Hamısını dəqiqə ilə veriblərsə, elə 1 saatda tez çevirərəm dəqiqəyə. 60 dəqiqə eləmiş olacaq. Bunların yenə hər birisini ortaq bir ədəd müəyyən edirəm. 60-dır. 60-ı 20-yə bölsəm 3 eləmiş olacaq. 60-ı 30-a bölsəm 2 eləyəcək. 60-ı 60-a bölsəm 1 eləmiş olacaq. Bunlar üçü bir yerdə nə qədər iş görmüş olurlar? Baxıram ki 3 üstə 2 5, bu da 1 6. Bunlar üçünə bir yerdə 6 hissə iş görə bilirlər 1 dəqiqəyə. Bəs 60-ı nə vaxtda görürlər? 60-ı da böləcəksiniz 6-ya, cavab tapacaqsınız 10 dəqiqəyə görürlər. Bu qədər sadə. Bu haqda danışdıq. Baxırıq növbəti məsələmizə. Növbəti məsələdə bizə nə deyir burada? 125 nömrəli məsələdə. Deyir ki, birinci nasos hovuzu 12 dəqiqə, ikinci nasos 54 dəqiqə, üçüncü nasos isə 1 saat 48 dəqiqə doldurur. Bu şərtlə 3 nasos bir işdə işləsə, hovuz neçə dəqiqə dolar? Bayaqki məsələmiz kimi 124-ü necə həll elədiksə, bu da o şəkildə həll olunacaq. Yazıram birincisi nə vaxtda görür? 12-yə görür. İkincisi nə vaxtda görür? İkincisi isə görür 54 dəqiqə. Üçüncüsü nə vaxtda görür? 1 saat 48 dəqiqə görür deyə. Mən 1 saat 48 dəqiqəni dəqiqə çevirsəm 1 saat 60 dəqiqə eləyəcək. Yanında da 48 var, eləyəcək 108 dəqiqə. Bunların hər üçünə ortaq bir ədəd müəyyən edirəm. Bu elə 108-in özüdür. 108-i böləcəksiniz 12-yə. Tapacaqsınız 9. 108-i böləcəksiniz 54-ə. 2 tapmış olacaqsınız. 108-i böləndə 1 eləyəcək. Bunların üçünün bir yerdə gördüyünü tapmış olacaqsınız. Bu nə vaxt olacaq? 12 eləmiş olacaq. Bunlar üçü bir yerdə. Bir dəqiqəyə 12 hissə iş görürlərsə, bəs 108-i nə vaxtda görürlər? Bütöv 108-dən etmişəm baxın. 108-i gətir böl 12-yə, bu da eləsin 9. Daha düşünmə, vaxt gedir. Baxaq növbəti məsələmizə. Getdik o birisi məsələyə, baxaq 126 nömrəlidə nə deyib bizə? 126 dedik ki, Hikmət bir işi 20 gündə, Neymət isə 24 gündə bitirir. Hikmət bu işdə 15 gün, Neymət 6 gün işləsə, işin hansı hissəsi deməli bitmiş olar? Bizdən bunu soruşur burada. Yenə baxıram. Bax yazıram bura Hikmət, burada yazıram Neymət. Hikmət 30 günə görür. Yazdıq, Neymət 24 günə görür. Yəni 30 ilə 24-də ortaq bir ədəd müəyyən edirəm, bu 120-dir. İşi təyin etdi 120 manat pul qazanmaq məsələn deyirəm. Hikmət bu 120 manatı 30 günə qazanır. Bir günə nə qədər pul qazanır? 120-ni 30-a böləcəm, eləcək 4 manat. Bu 4 manat pul qazanmış oldu. Bəs Neymət nə edir? Bu 120 manatı 24 günə qazanır. Bir günə nə qədər pul qazanacaq? 124-ü gətirib böləcəksiniz 24-də, bir günə 5 manat pul qazanacaqlar. Yazdıq. İndi bundan sonrakına baxıram. Bundan sonra nə deyir? Deyir ki, Hikmət bu işdə 15 gün. Hikmət bir günə 4 manat pul qazanırdı. 15 günə nə qədər pul qazanacaq? Vuracam 15-ə. Eləcə 60 manat pul. Neymət 6 gün işləsə, Neymət bir günə 5 manat pul qazanır. 6 günə nə qədər pul qazanır? 30 manat pul qazanacaq. İkisinə bir yerdə nə qədər pul qazanacaqlar? 90 manat pul qazanmış olacaqlar. Düzdür? İşin hansı hissəsi bitmiş olar bizdən soruşur buradan. Bitmiş olar deyəndə nə edəcəm? 100 deməli buradakı 90-ı gətirib böləcəm bütöv işə. İş bitmirsə, görülən iş
Bütövüşə bölünüb nisbəti tapılmalıdır. Bunlar da ixtisara gedəcəklər 30-a, burada qalacaq 3, burada da qalacaq 4. Cavab olacaq 4-də 3-ü, bu da B variantında verilmişdir. Bu haqda danışdıq, baxaq növbəti məsələmizə görə 127-də bizə nə deyir burada? Deyir ki, bir fəhlə işi 6 saata yerinə yetirir. İkinci fəhlə bu işi görməyə birincidən 2 dəfə çox vaxt sərf edir. Onlar bir işdə 3 saat işləsələr, işin hansısı görülməmiş qalar. Bax, bu dəfə görülməmişini soruşur. Bax, buraya yazacağım birincisi, burada yazıram ikincisi. Birincisi 6 saata yerinə yetirir. İkincisi isə bundan 2 saat, daha doğrusu 2 dəfə çox zaman sərf edir. 6-dan 2 dəfə çox 12 saatdır. Yəni 12 saat vaxt sərf edir. Gec görürsə, yəni daha çox zaman sərf edir. Bu o deməkdir. Yəni 12 saat vaxt sərf eləmiş olur. Yenə də 12 ilə 6-ya ortaq bir ədəd müəyyən edirəm. Bu 12-dir. 12-ni böləcəm 6-ya 2 eləyəcək. 12-ni böləcəm 12-yə 1 eləyəcək. Onlar birlikdə, gəlin görək bunlar birlikdə nə qədər pul qazana bilirlər? Nə qədər iş görə bilirlər? Onu tapaq. 2 ilə 1-i toplayacağım. İkisi bir yerdə 3 hissə iş görə bilirlər. 3 saat işləsələr, İkisi bir yerdə 1 saata 3 hissə iş görə bilirlərsə, bəs 3 saata nə qədər iş görürlər? 3-ü vuraram 3-ə, eləcə 9 hissə iş. 9 hissə iş görə bilirlərsə, bəs iş də 12 idi axı. 12-nin 9-unu gördülərsə, nə qədəsi qaldı? Bizdən görülməmişin soruşur. 12-nin 9-unu qazandılarsa, yerdə qaldı 3 hissəsi. Bəs bu 3 12-nin hansı hissəsini təşkil edir? 3-ü, dedik axı, iş bitmirsə, soruşulan sürətə bütöv iş məxrəcə. Bu qədər sadə. Qalan işi nə qədərdir? 3-dür. Bütöv işdə 12-dir. Bu qədər sadə. 3-ə ixtisar apar, eləsin 4-də 1. Cavab olacaq 4-də 1. Bu da C variantında verilmişdir. Bu qədər sadə. Baxaq növbəti məsələlərimizə. İş hovuz məsələsi mənə çətin gəlir. Çətin gəlmir. Çünki sən bunun qaydasını bilmirsən. Qaydasını biləndən sonra da bu məsələni həll eləməyə o qədər də vaxt sərf eləməyəcəksən. Baxaq 128-ə. Bir hovuz açılanda 2 kratdan birincisi tək işləsə hovuzu A saata, ikincisi isə 4 A saata doldurar. Boş hovuza 2 krant birlikdə açılsa hovuz 8 saata dolar, birinci krant hovuzu neçə saata doldurar? Məhsul görən kimi dayanmayaq. Bax, biri A saata görür, biri 4 A saata görür. Olsun da, bax, bura yazıram birincisi, burada yazıram ikincisi. A'ları düşünmə, yoxdur elə belə. Bax, burada A var, burada da 4A var. A'lar yoxdur. 4A ilə A'ya ortaq ədədi nədir? Elə 4A'nı götürərəm. Gətirib böləcəm 4A'nı A'ya. Neçə eləyəcək? Eləyəcək 4. 4A'nı da 4A'ya böləndə 1 elədi. Deməli, birincisi 1 saata 4 hissə iş görə bilir. İkincisi isə 1 saata 1 hissə iş görə bilir. Bunlar ikisi bir yerdə 1 saata nə qədər iş görə bilirlər? 5 hissə iş görə bilirlər. Bəs neçə saat işləyiblər? İkisi bir yerdə 8 saat işləyiblər, hovuz dolub. 1 saata 5 hissə iş görə bilirlərsə, 8 saata nə qədər iş görəcəklər? 8-i vuraram 5-ə. Hovuz deməli 40-a bərabər olan bir tutma malikdir. Bizə dedi ki, birinci krant hovuza neçə saata doldurar? Bütöv iş 40-dır. Birinci krant 1 saata neçə hissə iş görə bilirdi? 4 tapmışam da. 4 hissə iş görə bilirdi. Bəs 40-ı nə vaxtda doldurar? 40-ı da böl 4-ə, cavab al 10. Bu qədər sadə. Da düşünməyə ehtiyac yoxdur. Cavab oldu hansı? E variantı. Baxdı danışdıq. Baxaq növbəti məsələmiz. İndi baxırıq 129 nömrəli məsələmizə. Hikmət bir işi 2x saata, Vəli isə 3x saata bitirir. Əgər onlar ikisi birsə bütün işi 12 saata bitirirlərsə x-i tapın. Bax, bu dəfə x-i tapmaq lazımdır. Heç sinə çətin deyil. Yəni, məsələni oxudun, x var, qaçdım deyil. Çox sadə bir həllə qaydası var. Yazıram hikmət. Burada yazan bu adamın adı nədir? Vəli. Yazdıq bunu. Hikmət nə edir? 2x-ə görür. Vəli nə vaxtda görür? 3x-ə görür. Müəllim 2x ilə 3x-ə x-lər düşünmədən ortaq bölünən neçədir? 2 ilə 3-ə. 6x-dir. 6x-i böl 2x-ə eləsin 3. 6x-i böl 3x-ə eləsin 2. Deməli, hikmət 1 saata 3 hissə iş görə bilir. Vəli isə 1 saata 2 hissə iş görə bilirlər. Bunlar ikisi bir yerdə 1 saata nə qədər iş görə bilirlər? 5 hissə iş görə bilirlər. İkisi bir yerdə 1 saata 5 hissə iş görə bilirlər və 12 saat işləyiblər. Nə qədər pul qazanıblar? Məsələn deyirəm. 12-ni vururam 5-ə. Eləcə 60. Məsələn, manat deyirəm da burada. Bax, ikisi bir yerdə 5 manat pul qazanırdılar. 12 saat işləyiblərsə 60 manat pul qazanırlar. Bəs x nəyə bərabərdir? Biz nə ilə işarə eləmişik işi? 6x ilə 6x bərabərdir 60-a, x də bərabərdir 10-a. Cavab oldu hansı? D variantı. Bu qədər sadə. Yəni, buna bu qədər düşünməyə ehtiyac yoxdur. Vaxt gedir, hələ sizin 19 dənə də əlavə sualınız var imtihanda. Baxaq növbəti. 130 nömrəli məsələdə. Nə deyir bizə? Ümid divarı 6, Orxan 8 günə rəyləyir. İkisi birdə 3 gün işləsələr divarın hansı hissəsi rəylənər? Yenə yazıram bura. Ümid. Burada yazıram Orxan.
Ümid nə edir divarı? 6 günə. Orxan isə nə edir? 8 günə rəyləyə bilər. İkisi birlikdə 3 gün işləsələr. Bax 6 ilə 8-ə ortaq bir ədəd müəyyən edirəm. Bu 24-dür. 24-ü 6-ya böləcəm. 4 eləyəcək. 24-ü 8-ə böləcəm. Bu da eləyəcək 3. İkisi birlikdə 3 gün işləsələr, ikisinə bir yerdə bir günə nə qədər iş görə bilər? Zaman vahid olaraq gün veriblər. 7 isə iş görə bilirlər. Düzdür? Bəs bir günə 7 isə iş görə bilirlərsə, 3 günə soruşaq bizdən. 3 günə nə qədər iş görəcəklər? 7-ni vur 3-ə, eləsin 21 manat pul, məsələn deyirəm. 21 manat pul qazanmış olurlar. Bəs deyir ki, işin hansı hissəsi görmüş olar? Hissəsini deyəndə, bax, iş bitmirsə, soruşulan sürətə bütöv iş məxrəcə. Qaydanı bəyəxlər demişdim. 24-də 21 eləyəcək. Bunlar da nə edəcəklər? 3-ə ixtisar getmiş olacaqlar. Burada qalacaq 8, burada da qalacaq 7. Deməli, nə edərlər? 8-də 7-sini görmüş olarlar. Cavab olacaq D variantı. Bu qədər sadə. Baxdıq neçəyə? Baxdıq 131-ə. Görə 131-də bizə nə deyir burada? 131-də də deyir ki, ustanın işləmə sürəti şagirdindən 3 dəfə çoxdur. Usta 2 saat, şagird 3 saat işlətdə cəmi 18 cüt ayaqqabı hazırlayarlarsa, şagirdi cəmi neçə ayaqqabı hazırlamış? Deyir ki, ustanın işləmə sürəti şagirddən 3 dəfə çoxdur. Usta 2 saat, şagirdi 3 saat işlədikdə cəmi 18 cüt ayaqqabı hazırlayarlarsa, şagird cəmi neçə ayaqqabı hazırlamışdır? Bax, bu tipli məsələlərdə nə edəcəyik? Bax, bu şərti oxuyandan sonra çətin gəlməsin. Bax, yazıram bura usta, burada yazıram şagirdi. Baxın, usta nə edir? Ustanın işləmə sürəti şagirdindən 3 dəfə çoxdursa, bax buna x deyəcəm, buna 3x deyəcəm. İş hovuz məsələlərində dəfə çox deyən də daha gec müddətə görür. Daha çox olana mən 3x deyəcəm. Bax, gəlin, bax, bu nədir? Bax, bunu başa salım. Bax, da ki, usta 2 saata görürsə, yəni 2-ə 2 deydimsə, şagirdi neçə saata görəcək? 3-2-nin 6 saata görəcək. Bax, daha gec müddətə. Yəni, usta 2 saat işi bitirir, şagirdi isə 6 saata bitirəcək. 3 saat daha gec, 3 dəfə daha gec müddətə bitirəcək. Bu şəkildə, yəni yaş məsələlərində, digər məsələdə biz çox olana 3x deyirik, amma iş hovuz məsələlərində işçi nə zaman tərs yazılır axı? Bu şəkildə tərs yazacağıq. Birinə az olana x deyəcəyik, çox olana 3x demiş olacağıq. Bu şəkildə yazandan sonra, baxın, yenə bunlara ortaq bir ədəd müəyyən edirəm. 3x-nə x ortaq məxrəc, ortaq ədəd olaraq 3x-i düşünərəm. 3x-i x-ə bölsəm 3 eləyəcək. 3x-i 3x-ə bölsəm 1 eləyəcək. Usta deməli 1 saata 3 ayaqqabı düzəldə bilir. Şagirdi nə edə bilir? 1 cüt ayaqqabı düzəldə bilir. Deyir ki, usta 2 saat. Bax, ustanı vuracam 2-yə. Şagirdi vuracam 3-ə. Nə qədər eləyəcək? Bu eləyəcək 6, bu eləyəcək 3. İçinə bir yerdə 9 düzəldiblər. 9x nəyə bərabərdir? Bərabərdir. 18-ə x də bərabərdir 2-yə. Mən şagirdə nə demişdim? 3x demişdim. 3-ü də vuracam 2-yə. Bu da eləyəcək 6. Cavabımız olacaq neçə? 6. Və yaxud da ki, buradakı 3-ü də x-i də tapa bilərəm. X-i gətirib yerinə qoyub 3-ü 2-yə vuraram. 6-da tapmış olacaqsınız. Cavabımız olacaq hansı? Cavab olacaq E variantı. Bu qədər sadə. Bu şəkildə yazdıq. Baxırıq indi növbəti məsələmizə görə. Növbəti məsələdə bizə baxırıq indi 132 nömrəli məsələmizə. Cəmil bir işi tək başına 5A gündə, Cəlal isə eyni işi tək başına 4A gündə qutarır. Bu işi Cəmil və Cəlal birlikdə 20 gündə qutarırsa, Cəmil tək başına işi neçə günə bitirər? Bax, yazıram Cəmil. Burada yazıram Cəlal. Cəlal nə vaxtda? Deməli, Cəmil bir işi tək başına 5A günə, Cəlal isə eyni işi nə edə bilir? 4A günə görə bilir. Niyə nə dəyişən gördünüz? Heç nə düşünmürsünüz. 5A-nın 4A-ya ortaq məxrəc 20A-dır. 20A-dır. Bax, 20A-nı 5A-ya böləcəksiniz 4 eləyəcək, 20A-nı 4A-ya böləcəksiniz 5 eləmiş olacaq. Deməli, Cəmil bir günə 4 hissə iş görə bilir, Cəlal isə bir günə 5 hissə iş görə bilir. İkisi bir yerdə nə qədər iş görə bilirlər bir günə? 9 hissə iş görə bilirlər. Bəs bunlar bir günə 9 manat tutaq ki, pul qazana bilirlərsə, 20 günə nə qədər qazanacaqlar? 20-ni vurarsınız 9-a. 180 manat pul qazanıblar. İş 180 manat puldur. Deyir, bəs bu 180 manat pulu kim işləsə, Cəmil tək işləsə nə vaxta görə? Cəmil bir günə nə qədər pul qazanırdı? 4 manat pul qazanırdı. Bəs 180-ə nə vaxta qazanar? 180-də bölərsiniz 4-ə, bu deyiləcək 45 günə. Bu işi görmüş olacaq. 132-də düzgün cavabımız olacaq 45. Bu qədər sadə. Baxaq növbəti. Bunları təmizləyək. Baxaq növbəti məsələmizə. 133 nömrəli məsələmizdə. Deyir ki, bu məsələmizdə 3 qrantın hovuzu doldurma müddətləri 2/3/4 nisbətindədir. Onlar 3-ü birlikdə hovuzu 12 saata doldurarlarsa, ən sürətli axan qrant hovuza neçə saata doldurur?
Yenə bayaqki məsələmizdəki kimi həll edəcəyik. Çox asan bir məsələdir. Yenə yazıram bura birincisi, bura yazıram ikincisi, bura yazıram üçüncüsü. Nisbətdəki ədədləri yazıram. Buna 2, buna 3, buna isə 4 yazıram. Bunları ortaq bir ədəd müəyyən edirəm. 2-yə 3-ə 4-ə bölən ədəd 12-dir. 12-ni bölürəm 2-yə 6 eləyir. 12-ni 3-ə böləcəm 4 eləyəcək. 4-ə böləcəm 3 eləyəcək. Bəs bunlar 3-ü bir yerdə nə qədər iş görə bilirlər? 13 isə iş görəmiş olurlar burada. Bəs 12-yə bunlar bir günlə və saatla veriblər, daha doğrusu zaman vaidini. Bunlar deməli 3-ü bir yerdə 1 saata 13 manat pul qazanırlar. Amma 3-ü bir yerdə 12 saat işləyiblər axı. 1 saata 13 manat pul qazanırlarsa, bəs 12 saata nə qədər pul qazanıblar? 12-ni vuraram 13-ə. 12-ni də 13-ə vuranda 156 eləyəcək. Deməli bunlar 3-ü bir yerdə 156 manat pul qazanıblar. Deyir bəs bu 156 manatı bu birinci olan işləsə ən sürətli olan birincisidir. Yəni bax biri 6 görə bilirdi, biri 4 görə bilirdi, biri 3 görə bilirdi. Ən sürətli hansıdır? Ən çox olan 6-dır da. Deyir bax bu sürətli olan, ən sürətli olan bəs nə vaxtda doldura bilər? Onda 156-nı gətirib böləcəksiniz 6-ya. Bu qədər sadə. 156-nı 6-ya böləndə 26 almış olacaqsınız. Cavab olacaq hansı? D variantı. Bax bu qədər sadə. Bu haqda danışdıq. Baxaq növbəti məsələmizə. Görək növbəti məsələmizdə bizə nə deyir burada. 134 nömrəli məsələmiz, baxaq. A krantının boş hovuzu doldurma müddəti B krantından 2 dəfə çox, C krantının isə dolu hovuzu boşaltma müddəti A krantının bu hovuzu doldurma müddətindən 2 dəfə çoxdur. 3 krant birlikdə açılsa, boş hovuz 6 saata dolarsa, A krantı tək başına bu hovuzu neçə saata doldurar? Yəni, məsələnin sözlərini oxuyanda çətinlik gələ bilər, amma çox asan həll olunan bir məsələdir. Baxaq indi izahı. Baxın, burada yazıram A krantı. Buraya yazıram B krantı, burada yazıram C krantı. Deyir A krantının boş hovuzu doldurma müddəti B krantından 2 dəfə çoxdur. Bax, buna yazsam X, buna yazacağım 2X. C krantını isə A krantının dolu hovuzu doldurma müddətindən 2 dəfə çoxdur. Yəni A krantı 2X idisə, C krantı bundan 2 dəfə çoxdursa, deyəcəm buna 4X. Yəni A-dakini 2X-i 2-yə vursam 4X eləmiş olacaq. Yenə bunları ortaq bir ədəd müəyyən edirəm. 2x-ə, x-ə və 4x-ə ortaq bölən hansıdır? 4x-i götürərəm. 4x-i 2x-ə böləcəm. 2 eləmiş olacaq. 4x-i x-ə böləcəm. 4 eləyəcək. 4x-i x-ə böləcəm. 1 eləmiş olacaq. Bax, bunlar doldururdular. Bu nə edirdi? Bu isə boşaldırdı. Məlum məsələdə bunlar doldururdu. Bunlar isə boşaltmış olurdu. Bax, 2 ilə 4-ü toplasam 6, 1-i çıxsam 5 qalacaq. Yəni, bunlar 3-ü birlikdə işləyəndən sonra 1 saatda hovuzda 5 hissə iş qalmış olurdu. Bəs 6 saat işləyiblər axı. 6 saata nə qədər qalacaq? 6-nı vuracaqsınız, 5-i eləyəcək 30. Deməli, hovuz 30 tutumuna malik işləyir. Və deyir ki, bu 30-a A krantı tək başına hovuza neçə saatda doldurar? A krantı tək başına nə qədər iş görə bilirdi? 2 hissə iş görə bilirdi. Bəs 30-u nə vaxtda görər? 30-u da bölərsiniz 2-yə, bu deyiləcək 15, cavab oldu E. Bax, bu qədər uzun məsələni bir dənə sadə şəkildə yazmaqla, sadə şəkildə həll edə bilərsiniz. Bu haqda danışdıq, baxaq növbəti məsələ. İndi baxırıq 135 nömrəliyə. Bir hovuzu A krantı tək başına 5x saata, B krantı tək başına 12 saata doldurur. Hovuzun dibindəki C krantı isə dolu hovuzu 15x saata boşalda bilir. 3 krant birlikdə açılarsa boş hovuz 60 saata dolar. Bu şərtə görə x-i tapın. Bayaqları bu tipli məsələni həll elədik. İndi gəlin bax ki, təzədən bu məsələni bir dəfə də həll edək. Bax, A krantı nə edə bilir? Tək başına 5x saata doldura bilir. Sonra B krantı nə edə bilir? B krantı isə 12 saata doldura bilir. C krantı nə edə bilir? C krantı isə tək başına 15x saata boşalda bilir. Yenə 5-ə, 10-a, 15-ə bölünə də təyin edirəm. Bu eləyəcək 30x. 30x-i gətirib böləcəm 5x-ə, eləyəcək 6. 30x-i böləcəm 12-ə, eləyəcək 3. 30x-i böləcəm 15x-ə, bu da eləyəcək 2. Və bunlar doldururdular. Bu isə boşaldırdı. Bu şəkildə yazmalıyım. 6 ilə 3 toplayacağım 9, 2-sini çıxacağım 7 qalmış olacaq. Deməli 1 saata hovuzda 7 hissə su qalmış olur. Bəs nə qədər işləyiblər? 60 saat işləyiblər burada. Onda nə etmiş olacağım burada? 60-ı vuracağım buradakı 7-yə. 60-ı vuraq 7-yə görə iş nə qədərdir? 420-dir. İş nə qədərdir? İş 420-dir. Bəs deyir ki, bu 420 bütöv işdirsə, bəs x nəyə bərabərdir? Biz işi necə işarə eləmişdik burada? 30x ilə işarə eləmişdik. Onda yazaram 30x bərabərdir 420-yə. X nəyə bərabərdir? 420-ni 30-a böləcəksiniz, 14 tapmış olacaqsınız. Cavabımız olacaq B variantı. Bu qədər sadə. Bu haqda danışdıq. Baxaq növbəti
Məsələmizə görə növbəti məsələmizdə bizə nə deyir burada? 136-da deyir ki, bir işi bir usta tək başına 6 gündə, şagird isə tək başına 8 gündə bitirir. 3 usta ilə 4 şagird bir işdə bu işi neçə günə bitirərlər? Birinci danışaq ustadan. Bax, nə edə bilir? Deyir ki, bir işi bir usta tək başına, bax, bir usta tək başına nə edir? 6 günə görə bilir. Bəs 3 ustanı soruşaq bizdən. Bəs 3 ustanı vaxta görəcək, 3 isə x-ə görər. Onda nə olacaq? Tərs, burada qarşı-qarşıya vuracaq, tərs asılır. 3x-ə vuracam, 3x eləmiş olacaq. Bərabərdir, 1-də 6-ya vuracam 6, x bərabərdir 2-yə. Bu oldu ustaya. İndi gəlirik şagirdə. Nə edir? Bir şagird tək başına 6 saata görmüş olur. Bəs 4 şagirdi soruşaq bizdən. 4 şagirdi nə vaxta görər? X-ə görər. Yenə tərs asılıdırlar, qarşı-qarşıya vuracam. 4x bərabərdir. Deməli, bir usta, daha doğrusu şagird 8-ə görmüş olur burada. Üzülü sayın, burada 8 yazmalıyıq. Bir şagird 8-ə görürdü. 4x-ə vuracam, biri də 8-ə vurmuş olacam. Eləcə neçə 8x də bərabərdir 2-yə. Baxıram ki, usta da bir işi 2-yə görmüş olur, şagird də 2-yə görmüş olur. Və onda nə olacaq? İkisi bir-birinə kömək eləyəndə nə olacaq? Zaman artıq nə olacaq? Azalmış olacaq. 2 dəfə azalacaq. 2-ni də bölərəm 2-yə olacaq 1. Yəni bir günə görmüş olacaqlar. Hər ikisi 2 günə görürlər. Bir-birinə kömək gələndə nə olacaq? Zaman artıq azalacaq da. Zaman azalacaq, olacağına vaxtda bir günə bitirmiş olarlar. Bu qədər sadə. Bunu başqa şəkildə necə yaza bilərsiniz? 2 ilə 2 ilə ortaq ədəd 2-dir. 2-ni 2-yə bölərsə 1 eləyər. 2-ni də 2-yə bölərsə 1 eləyəcək. 1 ilə 1 toplayarsan, 2-ni də 2-yə bölərsən 1 eləyir. Bu qədər də yaza bilərsən və yaxud da ki, elə düşünək də bu da 2 saata görür, bu da 2 saata görə bilir. Daha doğrusu gün veriblər zaman vahidi olaraq. Bu da 2 günə görə bilir, bu da 2 günə görə bilir. Deməli, nə olacaq zaman? Avtomatik 2 dəfə azalmış olacaq. 2-ni də 2-yə böləndə bu da eləyəcək 1. Bu qədər sadə. Baxaq 137 nömrəli məsələmizə görə 137 nömrəli məsələmizdə bizə nə deyir ki, 2 ustanın 5 gündə bitirəcəyi bir işi 15 şagird bir gündə bitirir. Bir usta ilə bir şagird eyni işi neçə günə bitirə bilərlər. Baxın, 2 usta yazırıq bura. 2 usta nə vaxta bitirə bilir? 5-ə görmüş olacaqlar. Onda biri nə vaxta görər? X-ə görər. 1x-ə vuracaq. X bərabərdir 10-a. Bu oldu ki, ustalar. İndi şagirdə gəlirəm. 15 şagird bəs nə edir? Bir günə görə bilir. Bəs neçə şagirdi soruşur bizdən? Bir şagirdi soruşur da, bir şagird nə vaxta görəcək? X-ə görəcək. 1x-ə vuracaq. X eləyəcək, 15-i 1-ə 15. Deməli, ustalar 10-a görə bilirlər, şagirdlər isə 15-ə görmüş olurlar. 10 ilə 15 ortaq ədəd neçədir? 30-dur. 30-u böləcəm 10-a eləyəcək 3 bu ustalar. 30-u da böləcəm 15-ə, bu da eləyəcək 2 şagirdlər. İkisini bir yerdə gördüyünü toplayıram, eləyir 5. İşi neçə müəyyən elədik? 30 təyin elədik də. Bunlar 1 saata 5 isə daha doğrusu gün veriblər zaman vahidi olaraq. Deməli, bunlar ikisi bir yerdə bir günə 5 hissə iş görə bilirlərsə, bəs 30-u nə vaxta görəcəklər? 30-u da böləcəksiniz 5-ə, bu da eləyəcək 6. Cavab olacaq D variantı. Bu qədər sadə. Baxaq 138 nömrəli məsələmizə görə 138 nömrəli məsələmizdə bizə nə deyir burada? 138-də də deyir ki, Vasif bir işin yarısını 3 günə, Vüsal isə 4də 1-ni 3 günə görür. İkisi bir işdə bu işi neçə günə görərlər? Bax, yenə yazıram Vasif, burada yazıram Vüsal. Deməli, Vasif nə edir? İşin yarısını 3 günə görür. Yarısını 3 günə görürsə, tamamını nə vaxta görəcək? 6 günə görmüş olacaq. Vüsal isə işin nə edə bilir? 4də 1-ni 3 günə görür. Bəs bütövünü nə vaxta görəcək? 3-ü böləcəm, kəsr üstünə vuracam məxrəcə. Eləyəcək 12. Deməli, bu 6-ya görə bilir, bu 12-yə görə bilir. 6 ilə 12 ortaq ədəd müəyyən edirəm 12-dir. 12-ni 6-ya böləcəksiniz 2 eləyəcək, 12-ni 12-yə böləcəksiniz 1 eləyəcək. Deyir, bəs bunlar ikisi birlikdə görsələr, nə vaxta görmüş olacaqlar da, Vasif işin yarısını 3 günə gördü. Bu da bu iş, deməli, 4də 1-ni 3 günə görmüş olurdu. Bəs deyir, bunlar ikisi bir yerdən nə vaxta görmüş olacaqlar. Onda bunların gördüklərini toplayaram. İkisinin 1 saata və yaxud da ki, 1 günə gördüklərini toplayaram. Günlə veriblər zaman var. 3 eləyəcək. 12-ni də gətirib böləcəm 3-ə, bu da eləyəcək 4. Deməli, 138-də düzgün cavabımız olacaq A variantı. Bu haqda danışdıq. Baxaq 139 nömrəli məsələmizə görə 139-da bizə nə deyir burada? Deyir ki, Ramin bir işin yarısını 5 günə, Ziya isə bu işin 3də 1-ni 2 günə görür. İkisi bir işdə işləyəndə bütün işi neçə günə bitirərlər? Bax da bizə danışır. Bax, yazıram bura Ramin.
İşin ne edə bilir? Yarısını 5 günə görür. Yarısını 5 günə görsə bütövünü 10 günə görəcək. Ziya isə bu işin, Ziya isə nə edə bilir? Ziya isə 3də 1-ini 2 günə görə bilir. Bax yazıram, 3də 1-ini 2 günə görə bilir. Bəs bütövünü nə vaxtda görəcək? 2-ni böləcəm, kəsr sürətini vuracam məxrəcinə. 2-ni 1-ə 2, 2 üçün 6. Biri 10-a görə bilir, biri 6-ya görmüş olacaq. Bunları ortaq məxrəc olaraq, ortaq bölünən olaraq müəyyən edərəm 30-dur. 30'u böləcəksiniz 10'a 3 eləyəcək, 30'u böləcəksiniz 6'ya, bu da eləyəcək 5. Deməli, ikisi bir yerdə nə qədər iş görəcəklər? 3 ilə 5 toplayarsınız 8 eləyəcək. İkisi bir yerdə bir günə 8 isə iş görə bilirlərsə, bəs 30'u nə vaxtda görərlər? 30'u götürüb bölərsiniz 8'ə. Bunlar da nə edəcəklər? Bunlar da 2'yə ixtisara getmiş olacaqlar. Burada qalacaq 4, burada da qalacaq 15. Deməli, 4-də 15'i görəcəklər. Düzgün cavabımız olacaq C variantı. Bu haqda danışdıq. Baxaq indi növbəti məsələmizə görə. Növbəti məsələdə bizə nə deyir burada? Bunları da təmizləyək. Baxaq 140 nömrəli məsələmizə. 140-da da deyir ki, Vəli divarı 6 günə, İlkin isə 8 günə tikə bilir. Vəli ilə İlkin 2 gün bərabər işlədilər. İşin hansısı görüldü? Baxın, Vəli var, bir də İlkin var. Vəli divarı 6 günə, İlkin isə nə edə bilir? 8 günə tikə bilir. Yenə ikisinə ortaq bir ədəd müəyyən edirəm. Bunların hər ikisinin bir ədəd 24'dür. 24'ü 6'ya böləcəm 4 eləmiş olacaq. 24'ü 8'e böləcəm 3 eləmiş olacaq. Vəli ilə İlkin 2 gün bərabər işlədilər. Bax, bunlar bir yerdə bir günə nə qədər iş görə bilirlər? 7 isə iş görə bilirlər. Bəs 2 gün bir yerdə işləsələr nə qədər iş görmüş olacaqlar? 7'ni vurarsınız 2'yə, bu da eləyəcək 14. İşin hansısı görüldü? İş tamamlanmadı ki, görülən iş sürətə, bütöv iş məxrəcə. Bu şəkildə demişdim də, 14 sürətə, 24 isə məxrəcə. Bunlar da nə edəcəklər? Deməli, 2 ixtisara getmiş olacaqlar. Burada qalacaq 7, burada da qalacaq 12. Cavab olacaq 12'də 7. Bu da B variantında verilmişdir. Bu haqda danışdıq. Baxaq 141 nömrəli məsələmizə görə. 141 nömrəli məsələmizdə bizə nə deyir? 141'də də deyir ki, Ruslan divarı 12 günə boyayır. Nicat isə bu işin öhdəsindən 18 günə gəlir. Onlar bir işdə 3 gün işlədilər. Divarın hansısı boyanmamış qaldı? Yenə yazıram Ruslan, burada yazıram Nicat. Ruslan nə edə bilir? 12 günə görə bilir. Nicat isə bu işin öhdəsindən deyir ki, 18 günə gəlir. Yenə 12 ilə 18'ə ortaq bir ədəd müəyyən edəcəm burada. Bu eləyir 36. 36'nı böləcəm 12'yə 3 eləyəcək. 18'i böləcəm 2 eləmiş olacaq burada. İndi bizə deyir ki, onlar bir işdə 3 gün işlədilər. Gəlin bir gündə işlədiklərini tapaq. Bir günə Ruslan 3 hissə iş görə bilir. Nicat 2 hissə iş görə bilir. 3 ilə 2 toplasam 5 eləmiş olacaq. Bunlar bir günə ikisinə 5 hissə iş görə bilirlər. Bəs 3 gün işləsələr nə qədər iş görmüş olacaqlar? 3'ü vururam 5'ə eləyəcək 15. 15'ini görəcəklər. Bizə deyir ki, nə qədərsə boyanmamış qaldı. Boyanmamışı bizdən soruşur. Yəni, bax, bu 36'nın 15'ini görə bildilərsə, bəs nə qədərsi qaldı? Bizə qaldığını soruşur burada. Deməli, nə etməliyəm? 36'dan 15'i çıxmalıyım. Yerdə qalacaq 21'i. Bəs qalan iş nə qədər hissəsini təşkil edir? Demişdim də, nə soruşursa sürətə, bütöv iş məxrəcə. Görülməmişi soruşursa, görülməmiş 21'dir. Bütöv iş isə məxrəcdə. Bütöv iş məxrəcə soruşulan sürətə yazılmış olacaq. Bunlar da deməli 3'ə ixtisara getmiş olarlar burada. Burada qalacaq 7, burada da qalacaq 12. Cavab olacaq 12'də 7. Bu da E variantında verilmişdir. Bu haqda danışdıq. Baxaq növbəti məsələ. Bu 142 nömrəli məsələdə də deyir ki, ustanın işləmə sürəti şagirddən 5 dəfə çoxdur. Onların bir işdə 7 saata görəcəyi işi şagird tək başına neçə saata görür? Bax, yazıram usta, buraya yazıram şagird. Usta x desəm, buna deyəcəm isə 5x dedikdə işovuz məsələlərində fərqlidir. X ustaya deyirəm, şagird isə 5x deyəcəm. Çünki daha gec zamana görür. Bu şəkildə. Usta isə daha tez zamana görür. Bu şəkildə. Yəni, bax, buna 2 saata görürsə, bax, bu 2 dedimsə, bu 2 saata görürsə, bu 5-2'nin 10. Yəni, bax, görürsünüz, 5 dəfə daha gecə görmüş olur. Şagird 5 dəfə gecə görür, usta isə 5 dəfə daha tezə görmüş olur. Bax, bu şəkildə. Birinə x dedim, birinə isə 5x dedim. Bunlar ortaq məxrəci neçə olacaq? Bunlar ortaq məxrəc olacaq 5x. Yəni, ortaq bölünən ədəd olaraq 5x taparım. 5x x-ə bölsəm 5 eləmiş olacaq. 5x-i 5'ə bölsəm 1 eləyəcək. Bax, görürsünüz, usta 1 saata, tutaq ki, 5 hissə iş görə bilir, şagird isə 1 hissə iş görə bilir. Yəni, nədir? Artıq bir-birindən 5 dəfə çoxdur. Onların birlikdə işləyirlər. Nə qədər iş görərlər? 6 hissə iş görmüş olacaqlar. Deyir ki, bunlar 1 saata 6 hissə iş görüblər. Amma 7 saat işləyiblər. 1 saat 6 hissə iş görürlərsə 7 saata nə qədər iş görəcəklər? 7'ni vuracaqsa 6'ya 42. İş 42 imiş. Deyir, bəs bu 42'ni şagird tək işləsə nə vaxta görər? Şagird 1 saata
1 isə iş görə bilirdi. Bəs 42-ni nə vaxta görər? 42-ni də 1-ə bölərsiniz, 42 tapmış olacaqsınız. Cavab olacaq 42. 142-də də düzgün cavabımız olacaq A variantı. Bu haqda danışdıq. Baxaq 143 nömrəli məsələmizə görə 143 nömrəli məsələmizdə bizə nə deyir burada? 143-də də deyir ki, hovuzu A krantı 8 saata, B krantı hovuzu 10 saata doldurur. Hovuz boş olduqda 2 krant 4 saat açıq olarsa, hovuz hansısı dolar? Bax, burada deyir. Yenə yazıram A krantı, burada yazıram B krantı. A deməli krantı hovuza nə edir? 8 saata. B krantı isə hovuzu 10 saata doldura bilir. Hər ikisi doldurur burada. Bunların hər ikisinə yenə ortaq bölünəni isə tapacağım. 40 tapmış olacağım. 48-ə böləcəm. 5 eləyəcək. 40-ı 10-a böləcəm. 4 eləmiş olacaq. Nə edirlər bunlar? Hər ikisi doldurur deyə toplayacağım. Bu eləyəcək 9. 1 saata 9 isə iş görə bilirlər. Amma 4 saat işləyiblər. 1 saata 9 yəni iş görə bilirlərsə 4 saata nə qədər iş görəcəklər? 4-ü vuraram 9-a eləyəcək 36. 36 isə iş görmüş olacaqlar. Bizə də deyir ki, işin hansı hissəsi dolar, yəni bu işin hansı hissəsi görülər, yəni hovuzun hansı hissəsi dolar. Biz də demişdik ki, tam dolmursa, nə soruşursa sürətə, bütöv iş məxrəcə. 36-sını görüblər sürətə, bütöv iş isə məxrəcə yazılmış olacaq. 4-ə ixtisara gedəcəklər, 10-da 9-u qalmış olacaq burada. Cavabımız olacaq 10-da 9, bu da A variantında verilmişdir. Bu qədər sadə. Baxaq növbəti məsələmizə görə növbəti məsələdə 144-də bizə nə deyir? Murad işi 10 saata, Xəyal isə 15 saata, Elnur isə 6 saata görür. Murad 3 saat, Xəyal 4 saat, Elnur isə 1 saat işləsə işin hansısı görülməmiş olar. Bax, buraya yazıram Murad, buraya yazıram Xəyal, burada yazıram Elnur. Murad 10 saata, Xəyal 15 saata. Deməli, Elnur isə 6 saata görə bilir. Elnur isə 6 saata görmüş olur burada deyir. Deyir ki, bax, bunların yenə də hər birisinə ortaq bir ədəd müəyyən edirəm. 10-a, 15-ə və 6-ya böləcək. Bu neçə olacaq? Bu olacaq 30. 30-u 10-a böləcəm. 3 eləyəcək, 15-ə böləcəm. 2 eləyəcək, 6-ya böləcəm. 5 eləmiş olacaq bu. İndi hər birisinin veriləni yazaq. Rəngin dəyişib, bax, hər birisinin veriləni yazaq. Deyir ki, Murad 3 saat. Muradı vuracam 3-ə. Sonra Xəyal 4 saat. Xəyalı da vuracam 4-ə. Elnur 1 saat. Vurdıq 1-ə. Tapa vurar 9 eləyir, 2 4-ün 8, 5 1-ində 5 eləmiş olacaq. Bax, bu gördüklərin toplayarıq. 9-u, 8-i və 5-i toplasam burada. Toplamalıyım. 9-un üstünə 8 gələcəm. Eləcək 17, bu da 5, 22-si nə edə biləcəklər? Görmüş olacaqlar. Yəni, bax, burada verilən ədədləri topladıqda 9-u, 8-i və 5-i toplamış olduq. 22-sini və bütöv işi biz necə təyin etmişdik? Bütöv işi isə 30-u təyin etmişdik də. Hansısı görülür? Bütöv işi məxrəcə yazmış olacaq. 2 ixtisara gedərlər. Burada qalacaq 11, burada da qalacaq 15. Deməli, 15-də 11-i görülmüş olacaq. Düzgün cavabımız olacaq C variantı. Bu qədər sadə. Baxaq növbəti məsələmizə görə növbəti məsələdə bizə 145 nömrəli məsələdə deyir ki, A nasosu hovuzu 20 saata, B nasosu isə 40 saata doldurur. A nasosu 15 saat işlədikdən sonra söndürülərək B nasosu qoşulur. 5 saatda B nasosu işləyərsə, hovuzun hansısa dolmamış qalar. Bax, yazıram bura A nasosu, burada yazıram B nasosu. A nasosu hovuzu 20 saata, buraya yazıram 20. 20-ni sərəgəli yazaq, bura 20 yazacam. B nasosu isə 40 saata nə edə bilir? Doldura bilir. Hər ikisi doldurur. 20 ilə 40-a yenə ortaq bir ədəd müəyyən edəcəm. Bunları ortaq məxrəc. Yenə 40-dır. Ortaq bölən ədəd 40-dır. 40-ı 20-yə böləcəm. 2 eləyəcək. 40-ı 40-a böləcəm. 1 eləmiş olacaq. Deyir ki, A nasosu 15 saat işlədi. Hələ B nasosu qoşulmayıb. A nasosu nə etdi? 15 saat işləsə. 1 saata 2 hissə iş görürdü. 15 saata nə qədər iş görəcək? 30 hissə iş gördü. 30'un bu gördü. Sonra bu söndürüldü. İndi B nasosu işə qoşuldu. B nasosu da 5 saat işlədi. B nasosu 1 saata 5 hissə iş görə bilirdi. Daha doğrusu 1 saata 1 hissə iş görə bilirdi. Bəs 5 saata nə qədər iş görəcək? Burada 5 hissə iş görəcək. Bütöv iş nə qədər görülmüş oldu? Əvvəlcə ona baxıram. 30'unu bu gördü, 5'ini de bu gördü. 35'i görüldü. Yəni bax, bu 40'ın 35'i görüldü. Bizə görüldü, yəni dolmamış. İşin qalan hissəsi lazımdır. 40 bütöv idi. 35'i görüldüsə 5'i qalmış oldu. Bizə də görülməmiş lazımdır. Onda 5 sürətə 40 məxrəcə. İş bitmirdisə, nə soruşurdusa sürətə bütöv iş məxrəcə. Bu şəkildə yazırdım. Bunlar da ixtisara geçsələr, yerdə qalacaq 8'də 1. Demək, cavabımız olacaq C variantı 8'də 1. Bu haqda danışdıq. Baxaq 146 nömrəli məsələmizə görə 146 nömrəli məsələmizdə bizə nə deyir burada? 146 nömrəli məsələmizdə deyir ki,
Amin bir işin 2də 1-ni 8 gündə, kamil eyni işin 4də 1-ni 3 gündə yerinə yetirir. Amin ilə kamil bir işdə 4 gün işləsələr, işin hansı hissəsi yerinə yetirilməmiş qalar. Yetirməmiş qalır. Bax yazıram bura. Amin. Burada yazıram kamil. Amin neydir? Deyir ki, işin 2də 1-ni 8 günə görür. Bütövlü nə vaxtda görəcək? 8-i sürətə böl, vur məxrəcə. Eləsin 16. Kamil nə edə bilir? 4də 1-ni 3 günə görür. 3-ü böl 1-ə vur 4-ə. 3-ü 1-ə böləndə 3, 4-ə vuranda 12 eləmiş olacaq. Deməli, biri 16-ya görür, biri 12-yə görür. Bunları ortaq məxrəc. 48-i götürərəm. 48-i 12-yə bölsəm, eləyəcək 3. Demək, 48-i 12-yə bölsəm 4 eləmiş olacaq. Deyir ki, amil ilə ramil bir işdə 4 gün işləsələr. Gəlin, baxaq görək, bunlar bir yerdə nə qədər iş görmüş olacaqlar. Bunlar ikisi bir yerdə. Bir günə, zaman olaraq gün vahidi veriblər. 4-ün üstü toplasam 7 hissə iş görə bilirlər. Bəs 4 günə nə qədər iş görəcəklər? 4-ü vuracam 7, 28-in görmüş olacaqlar. 28-in gördülərsə, bəs nə qədəsi qalmış oldu? 28-in gördülərsə, bəs nə qədəsi qaldı? Bizə də qalan lazımdır. Bax, 48-in 28-in gördülərsə, nə qədəsi qalacaq? 48-dən 28-ni çıxaram, 20-si qalacaq. Bizə də qalan soruşursa, dedim ki, iş bitmirsə, bütöv iş məxrəcə soruşulan sürətə qalan soruşulur da. Qalan da 20-dir. Bunu yazacağım sürətə. Bunlar da ixtisara gedəcəklər 4-ə. Burada qalacaq 5, burada da qalacaq 12. 12-də 5-i qalacaq. Bu da düzgün cavab şəklində A variantında verilmişdir. Bu haqda danışdıq. Baxaq növbəti məsələmizə görə. Növbəti məsələdə 147-də bizə nə deyir? 147-də deyir ki, bir maşına yükü 20 saata, digəri ilə isə 30 saata daşımaq olar. Bu maşına ikisi bir işdə 12 saat işləsələr, bir yükün hansısını bitmək olar? Tamam olacaq da burada. Deməli, baxın, birinci maşın burada olsun, ikinci maşın. Bu 20 saata görə bilir, bu isə 30 saata görə bilir. 20-nin 30 ortaq məxrəc 60-dır. 60-ı 20-yə böl 3, 30-a böl 2 eləmiş olacaq. Bunlar 1 saata gördüyülən toplayaram 5 eləyəcək. Bunlar 1 saata 5 hissə iş görə bilər. 12 saat işləməyiblər. 5-i vuraram 12-yə. 60-ını daşımış olacaqlar. İş deyil 60 idi də. 60-ın ilə 60-ını daşdırarsa nə olacaq? İşin tamamını görmüş oldular da iş bitdi də. 60 iş idi. Bunlar da 60'ını gördülər. Nə oldu? İşin tamamını görmüş olacaqlar. İş bitmiş olacaq burada. Belə bu məsələdən də danışmış olduq. Baxaq növbəti. İndi baxırıq 148 nömrəliyə. Birinci nasos hovuzu 24 saata, ikinci nasos 30 saata doldurur. Birinci nasos 16 saat işlədikdən sonra söndürülərək ikinci nasos qoşulur. 6 saatda B nasosu işləyirsə, B nasosu yəqin ki, ikinci nasosa demək istəyiblər də burada. Əvvəlcə nömrəli veriblər, sonra hərflə veriblər. Yəqin ki, B nasosu ikinciyə demək istəyiblər. Hovuz hansı hissəsi dolmuş olar burada. Bax, yazıram birinci nasos, burada yazıram ikinci nasos. Birinci nasos 24 saata görə bilir, ikinci nasos isə 30 saata görmüş olacaq burada. Yenə bunları ortaq bir ədəd müəyyən edirəm. Burada 120 götürərəm. 120-ni 24-ə böləcəm. 5 eləmiş olacaq. 120 gətirib 30-a böləcəksə 4 eləmiş olacaq. İndi bundan sonra nə deyir? Hər ikisi eyni zamanda qoşulmayıb. Deyir ki, birinci nasos 16 saat işlədi. Birinci nasos 1 saata 5 hissə iş görə bilirdi. Bəs 16 saat işləsə nə qədər iş görmüş olacaq? 16-nı 5-ə vuracaqsınız, 80-in bu gördü. Bu söndü da bundan sonra. Bundan sonra B nasosu, yəni ikinci nasos qoşulur. Bu da 6 saat işləyib. İkinci nasosda 1 saata 4 hissə iş görə bilirdi. Bəs 6 saata nə qədər iş görmüş olacaq? Onda 4-ü vuracaqsınız 6-ya, bu deyiləcək 24-ün. 24-ün də bu görmüş olacaq. Bəs ikisinə bir yerdə nə qədər iş gördülər? 80-in birinci boru görmüş olduğu nasos deyək də. Birinci nasos görmüş oldu. İkinci nasos da 24-ün gördü. Onda görülən işləri toplayaram. 80 ilə 24-ün toplayaram. Görülən işləri toplayaram. Bu neçə eləyəcək? Bu eləyəcək 104-ün görmüş olacaqlar. Hovuzun hansı hissəsi dolmuş olar? Dedi ki, soruşulan sürətə dolan 104-dür. Bütöv işdə məxrəci. Bu şəkildə yazmalıydım. Bütöv iş sürətə, aşağıda isə məxrəcdə isə demək soruşulan sürətə, bütöv iş isə məxrəci. Bunlar da 8-ə ixtisara getmiş olacaq. Burada qalacaq 13, burada da qalacaq 15. Deməli 15-də 13-ünü görmüş olacaqlar. Düzgün cavabımız olacaq E variantı. Bu haqda da danışmış olduq. Baxaq növbəti məsələmizə görə növbəti məsələdə bizə nə deyir? 149 nömrəli məsələmizdə. 149-da da deyir ki, 3 işçi bir işi 2də 1 günə tamamlayır. Eyni işi birinci işçi 30 saata, ikinci işçi 36 saata tamamlayırsa, üçüncü işçi tək işləsə neçə saata görər? Bax, 3 işçi, bax, birinci işçi, üstə gəl, ikinci işçi, üstə gəl, üçüncü işçi. 3 işçi bir işdə 2də 1 günə tamamlayır.
Digərlərin saatına veriblər deyə 2-də 1 günü də saata çevirək. Bir günü 24 saatdır, 2-də 1-i eləcə 12 saat. 2-də 1 yarısı deməkdir. Yəni bütöv gün 24-sə yarısı 12 saata. 12 saata görə bilirlər. Eyni işi birinci işçi tək işləsə, bax tək işləsə 30 saata, ikinci işçi tək işləsə 36-ya görmüş olacaq. Bəs deyir ki, bu işi üçüncü işçi tək işləsə nə vaxtda görmüş olacaqlar? 12, 30 və 36 ortaq ədəd olaraq neçəni təyin edərik? Deməli, biz buradakı ədəd olaraq deməli 12, 30 və 36 ortaq ədəd müəyyən etməliyik. Bunlar da ortaq ədəd olaraq 180-i müəyyən edərəm. 180-i 12-yə böləcəm, 15 eləmiş olacaq. Sonra 180-i 30-a böləcəm, 6 eləyəcək. 180-i də 36-ya böləcəm, 5 tapmış olacaq. Deyir ki, bax, bu 15 nə idi? 15 üçünün qazandığı idi. Bu 15-in 6-sı təklikdə birinci işçiyə məxsusdur. Bu 15-in 5-i də ikinci işçiyə məxsusdur. Bəs bu 15-in nə qədəsi üçüncü işçiyə satır? 15 üçünün qazandığı idi. 15-dən birinci işçinin payını çıxaram, 6-nı çıxdıq. Yerdə qalacaq neçəsi? 9-u. Bu 9-un da 5-i ikinci işçinidir. 9-un da 5-ini verdim ikinci işçiyə. Üçüncü işçiyə nə qədər qalacaq? 9-dan da 5 çıxdım, 4 qalmış olacaq. Deməli, üçüncü işçi təklikdə 4 hissə iş görə bilir. Bəs bütöv işi, yəni 180-i nə vaxta görür? 4-ə böləcəksiniz. 180-də 4-ə böləndə 45 tapmış olacaqsınız. Düzgün cavab olacaq C variantı. Bax belə, bu haqda danışmış olduq. Baxaq növbəti məsələmizə görə. Növbəti məsələmizdə bizə nə deyir? 150-də. Deyir ki, iki maşın bir işdə müəyyən yükü 6 günə daşıyır. Birinci maşın bütün yükün yarısını 4 günə daşıyır. İkinci maşın bütün yükü ayrıqda neçə günə daşımış olar. Yenə yazıram bax burada. Birinci, burada yazıram ikincisi. Birincisi nə edir? Müəyyən bir yükü 6 günə daşıyır. İkincisi isə nə edir? Bütün yükün yarısını 4 günə daşıyır. Bax bu şəkildə yazıram. Yarısını 4 günə daşıyırsa, bütövünü 8-ə daşımış olacaq burada. Deməli, bax, deyir ki, iki maşın bir işdə müəyyən yükü 6 günə daşıyır. Birinci maşın bütün yükün yarısını 4 günə, burada birincisinə yazacaq. Bax, birincisi deyir ki, bütün yükün yarısını 4 günə daşıyırsa, bütövünü 8-ə daşıyacaq. İkinci maşın isə, deməli, 6 günə daşımış. Yəni, iki maşın bir işdə. Bax, bura yazaq, bax, bunu silək. Bir dənə məsələ, amma diqqətini oxuyaq. Birinci ilə ikinci bir yerdə deyir ki, 6 günə daşıyırlar. Birinci maşın isə nə edə bilir? Bütövünü, yox, yarısını 4 günə daşıyır. Demək, bütövünü nə edəcək? 8-ə daşımış olacaq. Yenə 24-lə, yəni 6 ilə 8 ortaq ədəd olaraq 24-ü müəyyən edəcəm burada. 24-ü gətirib böləcəm 6-ya. 4 eləmiş olacaq. 24-ü böləcəm 8-ə. Burada eləyəcək 3. 4 ikisinin qazandığı idi. Bu 4-dən 3'ü buna çatırsa, buna nə qədər çatır? 1 qalır da. İkisi 1-də 4 idisə, 4-ün 3'ü buna gəlsə, 1-i bunda qalır. Bəs 24-ü nə vaxta görər? 24-ü də 1-ə böləcəm. 24 eləmiş olacaq. Demək, nə vaxta görər? 24-də görmüş olacaq burada.